Salam əziz və hörmətli dostlar. İcazə buyurun mən bir tədad dostları dəvət edeyim. Sizlərdən də xahiş edeyim, gəldikcə dostlarınızı dəvət edin. Toplanaq və umaram ki bir gözəl və faydalı siyasi bəhs apara bilək. Bu səfənin aşağısında, canlı yayının aşağısında sizin də bir ox görünəcəkdir. Əgər o oxun üstündə vursanız dostlarınızı göstərəcəkdir və siz eləyə bilərsiniz ki, hərəsinin əksinin üstündə barmağınızı vurmaqla onları nişanlayasınız və aşağıda bir göndər vardı, send message var. Onu vuranda göndərəcəkdir dostlarınızı və o dostlarınızı otağa dəvət eləyəcəkdir. Beləliklə, düşüncəni, siyasi düşüncəni xüsusən və təşkilatlanmanı millətimizin arasında yaymağa çalışacağıq. Bilirsiniz, salam əleyküm, əleyküm salam dostlar. Mən qonağımızı görürəm, dəvət edin, təşrif etsinlər. Mən görməcə eləyə bilsəm Salih bəy çağıra bilsəm çox yaxşı olar. Tamam, sizin requestiniz mənə gəldi, amma mən də sizi dəvət eləmişəm. Bilmirəm ki, tamam, Tazarışdan dəvət elədim, buyurun. Mən bir daha da sizi çalışım ki, cənabınızı dəvət edeyim. Salih bəy, əlbəttə burada görsəniz ki, dəvət eləmişəm. Amma zahirən siz ala bilirsiniz. Ona görə gələnmirsiniz, görün buradan da yox, buradan da icazə vermir. Yazır ki, unable, eləyə bilmirsiniz, gələsiz. Bir daha mən cənabınızı çalışım. Cənabınız mənə request göndərin lütfən. Tamam, ben sizi buradan invite elədim. Əgər eləyə bilsəz, oradan cevap verirsəz, gələcəksiniz. Güzel, güzel. Salam, Salam, aleyküm, salam aleyküm. Hoş gördüm. Sağ olun. Necəsiz? Salih bəy, yaxşısınız, halınız yaxşıdır. Dünənləri yetirəmədik təəssüflə. Tamam, tamam, iradı yoxdur. Xəbər verdiniz, biz də onu gəldik burada dostlara dedik ki, bugün olmayacaqdır. İradı yoxdur. Biz düşünürük ki, insanların işi olur, yaşırlar. Olur təbii ki. İcazə buyursanız, mən başlayayım programı rəsmi olaraq. Salam, əziz və hörmətli dostlar. Mən İnsafəli Hidayət, Düşüncə Bağı programını aparıram. Düşüncə Bağı programı əslində bir düşüncə otağıdır. Bu otaqda biz çalışırıq ki, siyasəti öyrənək. Xüsusən siyasəti Azərbaycanlı və İranda yaşayan Türklərin siyasi liderləri ya partilərin liderləri deyək. Partilərin liderlərinin gözündən, düşüncəsindən anlayaq və öyrənək. Buradan biz Güney Azərbaycan təşkilatlarından hamısını dəvət eləmişik. Biri deyib gəlməyəcəyəm, biri deyib soruşacağım. Cavab verim, qalanları deyiblər gələcəyik. Güney Azərbaycan İstiqlal Partisi Sayın Salih bəy İldırım cənabları gəldilər. 6 cələsə və 6 cələsənin 5-də milli ərdəmli nişanı və 1 cələsədə ən ərdəmli nişanını aldılar. Sonra da 6-7 cələsədə səsinə doldurublar, cavab veriblər, sorulara göndəriblər və hamısında yenə də milli ərdəmli nişanını alırlar. İkinci parti ki gələcəyiydi Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Başkanlığı Əjdər bəy Təğizadə cənabları iləndir. Amma mütəəssifanə gəlmədilər 6 gün və hər 6 gündə 10 mənfi aldılar, hərəsində 60 mənfi. Amma danışıqlar zahirən belə gəliblər ki, Mərkəzi Şurada yenə də bunu ortaya qoysunlar.
bəlkə gəldilər. Umarım gələrlər və bu mənfilər də geçsin. Eyni halda ki, onlar bir böyük siyasi təşkilatdılar. Təbii ki, biz onların nəzərlərin, siyasi düşüncələrin, stratejilərin, məramnamələrin, yol xəritələrini istərik ki, öyrənək. Üçüncü parti ki, gəldi, Azərbaycan Demokrat Partisi, Federalist Parti və Yunus bəy Şamili o partinin tərəfindən Mərkəzi Komitənin müşaviri olaraq təklif gətirdilər. 6 cələsə huzuridə 1 cələsə, 5 cələsə milli ərdəmli nişanını aldı və 1 cələsə də ən ərdəmli nişanını aldı. Hələ fiilən buradan səsli ya videolu ya yazılı sorularımızın qalanlarına cavab verməyibdir. Gözləyirik ki, göndərsin. Onlarda da yenə də rütbə veriləcəkdir. Dördüncü parti ki, təklifləri vardı. Azərbaycan Mərkəz Partisi lideri ya başkanı Salih bəy Kamirani cənablarıdır. Bildiyiniz kimi bugün 4-cü gündür ki, Salih bəylə biz müsahibə aparırıq. Keçən 2 əvvəl gündə milli ərdəmli ən üstün nişanı alıbdı məndən. Bir gün geçən gün tətil idi, eləyə bilmədilər. Çoxlu işlər var idi. Hər halda bir ailə və çoxlu yaşlılardı. Yəni çox iş güc müsahibə falan da verirlər. Məşhur bir adam, radyo televizyonlarda var özlərinin. Bu günləri əslində 4-cü günün 3-cü danışığıdır. Yəni ortada bir kəsik gün vardı. Görək ki, nə olacaqdı. Yəni Cumadan ki, üzümüzə gəlir bu Cuma, bu Cumadan Elday bəy Qaradağlı cənabları Güney Azərbaycan Qurtuluş Hərəkatı Təşkilatının başkanı olaraq gələcəkdir. Çox sağ olsunlar, təşəkkür edirəm onlardan da. Eyni halda bunu da əlavə edeyim dostlar. Bu siyasi düşüncə proqramı başlanandan bu üzə çoxlu köməkliklər gəlir. Salih bəy Kamirani cənabları televizyonları var. aznews.tv adresi ilə ona getmək olar. İnternetinə də yayılır və çoxu budur ki, müxbərədən gəlir. Yəni, satellitdən yayılır. Oradan da baxmaq olur. Bizim proqramları çox lütflə, məhəbbətlə orada 2 dəfə gündə yayırlar. Bu da çox bir önəmli genişləmədir, inkişafdır. Eyni halda dostlarımızdan Kürdaş bəy, indi adı şöhrəti yadımdan çıxdı bir ləhzə. Kürşad bəy, nə mənə dağılıb, belə bir adı var. Yadımda deyil. Baxarım. Ərz edeyim, o da edit edir, çox zəhmət çəkir və YouTube-da yayır. Bunu deməkdən bunu istədim. Deyəm ki, hər kəs eləyə bilər. Bizim YouTube-lardan endirsin bunu. Özü Tazaşdan qoyulsun öz səhifəsinə, media səhifəsinə, ya veb-saytına, ya hər yerə. Nəzərində altında yazsın. Çox gözü və önəmlidir. Bir dana da taza xəbər deyim, dostlar. Əl-Ərəbiyyə televizyonu əlaqə bağladı və məndən istədilər ki, Günaz TV-də apardığım diyaloq bərnaməni həman adla ya həman siyasətlə Əl-Ərəbiyyədə aparım. Düşünürəm, ehtimalən sabahları birinci proqramı buna aparaq. Görək ki, nə olur. Bu da bu. Yəni, o da bir gəlişmədir bunun yanında. Umarım ki, eləyə bilək. Buna yaxın bir məsələni yenə orada aparaq ki, o da calib olacaqdır. Biraz da orada ehtimal verirəm ki, tüm müxtəlif millətlərdən dəvət eləyəcəyik. Daha olsun, yəni diyaloq gözəl olsun, insanlar bir-birinə danışsın. Salih bəy, çox xoş gördük, xoş gəldiniz, lütf elədiniz, təşəkkür edirəm. Biz geçən dəfə cənabınızla istiqlal məsələsinə gəldik. İstiqlal məsələsinin 14-cü sualın, hətta 15-cinə də cavab verdiniz. Amma 15-cindən başlayaq, yəni əslində görək ki, hara gedir. Siz əgər bir səlamədə heç istəyirsiniz, buyurun, sonra mənim xidmətinizdə olun. Əlbəttə, mən də salamlayıram bizi izləyənləri və zəhmət çəkirlər. O qədər dayanırlar, qulaq asırlar, fikirləri də olsa, intiqadları da olsa, biz sevə-sevə o intiqadları və fikirləri görərik, dinlərik və o əsasda da hərəkətlərimizi tənzimlərik. Buyurun. Çox sağ olun. Təşəkkür edirəm cənabınıza. Bu sualından başlayayım xidmətinizdən. İstiqlal əlverişlimi, yoxsa federal əlverişlimi? Bu, indi İranın şəraitinə baxanda, xüsusən indi Riyasət Cumhuriyyədə görürsünüz da, bir oyunlar gətirirlər ortaya, millət rəy versin. Siz bu şəraitdə ya bir ehtimali bir şərait gəlsə qabağa, o ki, məsələn, ehtimalı əşadı, amma bir ortamda, məsələn, ya Xameneyi öldü.
və içəridə bir qarışıq düşdü. Siz istiqlalı əlverişli görürsünüz, yoxsa federal? Valla bu sual biraz kompleks sualdır. Yani ona göre ki bütün veriler bizim elimizde değil. Məncə bu suala cavab vermək üçün ən azı bir müasir tariximizi qabağımıza qoysaq, həm öz müasir tariximizi, həm də bölgəmizdə olan gedişatı, olan təcrübələri biz nəzərə gətirsək, iki dənə, yəni iki model təcrübə ilə biz qarşı-qarşıya gəlirik. Bəli. Bir nümunəsi var ki, elə bizim Azərbaycan Cumhuriyyəti bilirsiniz. İki dənə, bir dənə federal təcrübəsi olub, iki dənə istiqlal təcrübəsi olub. Birinci istiqlal təcrübəsi şikəstlə müvaciə olub, yəni müstəqil olubdur, amma 2 ildən sonra istiqlal aradan gedib. Ondan sonra yəni o şurəvinin hər halda imkanları, meyilləri çərçivəsində bir uzun müddət federal modelini təcrübə eləyibdir və nəhayətən 1991-dən bəri müstəqillik, yəni istiqlal modeli müvəffəq şəkildə indi 33 il, 34 ildir devam edir. Yəni bir yandan bu təcrübəmiz var, bir yandan da bizim özümüzün acı təcrübəmiz var. Yəni bilmirəm, Xiyabaninin qurduğu hökuməti biz istiqlal, müstəqillik saxlayırıq. Müstəqildir. Bəli, müstəqildir. Çünki adı var da, Azadistan adında bir adı var, adı, yəni hamısında adı ola bilər. Amma görək ki, o yaratdığı hökumət, yəni dövlət, bütün bir müstəqil dövlətin yapıları, strukturları, fonksiyonları onda vardı ya yox. Yəni hətta de facto şəklində, yəni de jure şəklində ki, heç bir dövlət rəsmiyyətə tanımaz. Amma de facto şəklində də görək ki, o üç orqanı var idi ya yox idi. Yəni modern dövlət olduğu üçün, yəni qüvvə-i qəzayiyyə, mücriyyə və icraiyyə və məxsusən xarici, yəni siyasəti var idi ya yox idi. Vaqiət budur ki, de facto və de jure olaraq məncə bir dövlətləşmənin başlanğıcı idi. Yəni biraz məsələlərlə gerçəkçi davranmamız lazımdır və mərkəzi hökumətdə o zaman zaten bizim özümüzdən edilir. Yəni mərkəzi hökumətdə Qacar hökuməti idi. Hətta o şəraitdə belə biz gördük ki, o da istədiyi, yəni mərhələyə çata bilmədi. İkinci təcrübəmiz Milli Hökumət, yəni 1945-də Pişəvərinin rəhbərliyi ilə qurulmuş. Bunu da bəzi, yəni de jure elementləri daha çox federal bir sistemi çağrışdırır. Çünki bilərəkdən Xarici İşlər Nazirliyi təbii eləmədilər də, bilirsiniz. Qüvvə-i mücriyyəsi vardı, qəzayiyyə, icraiyyə və eyni halda ordusu vardı. Yəni bir şəkildə ordusu vardı. Amma bəzi müstəqillik elementləri də var idi. Yəni nə demək istəyirəm? Məsələn, özü pul çap eləmişdi. Amma halbuki heç bir federal dövlət pul çap eləməz. Yəni federal sistemində mali, kəlan iqtisadi və puli siyasətlər və müdafiə məsələləri, xarici işlər məsələləri mərkəzi hökumətin olur. Amma Pişəvəri açıqca müstəqil bir hökumət elan eləməsə də daha çox müstəqillik, yəni getdikcə müstəqillik reflekslərini daha çox özündən görsətdi. Hərçənd ki, baskılar nəticəsində nəhayətdə mərkəzi hökumətlə anlaşma zorunda qaldı və o 15 maddə imzalandı. 15 maddə əsasında da əslində mərkəzi hökumətinə təvafuq elədilər. Yəni Azərbaycan İranın bir iyaləsi kimi qala, yəni onun başında olan şəxs Azərbaycanlılar tərəfindən seçilə, amma ustandar adı ilə. Yəni ən son olunan təvafuq yenə bir
federal, hətta xodmuxtar modelinə düşdü. Yəni, bilirsiniz nədir? Mən bəzən görürəm ki, biraz məsələlərlə ehsası bərxord eləyirik. Yəni, məsələləri olduğu kimi baxmırıq və bu da bizi yanlış nəticələrə gətirib çıxardır. O da nəhayətdə davam gətirə bilmədi bəlli nədənlərdən dolayı. Yəni, bu da Güney Azərbaycanda da bu üç demək olar ki, namüvəffəq modelimiz var. Orta Doğuya da baxdığımızda görürük ki, Orta Doğuda da modellər ki, ortaya çıxıbdır. İstər İraqda olsun, istər Suriyədə olsun, yəni dövrəmizdə olan ölkələrdə heç birisində bir mərkəzi dövlətdən ayrılıb və ya imkan tapa bilər ki, ayrılsın. Belə bir fenomeni görmürük. Bu 100 ildə görmürük. Bunlar gerçəklər, fərqlilər. Onun üçün Bakıda demişkən, bir mənalı demək olmur ki, hangisinin imkanı artıqdır. Yəni, şərtlər teoretik olaraq şərtlər bir federal dövlətə daha yəni biraz rahat görsənə bilər, teoretik olaraq. Amma əməldə gerçəkdən bir federal dövlətində, bizim qəsd etdiyimiz federal dövlətində nə qədər rahat çətin olduğu, o da sual ediləcəyi bir məsələdir. Eyni dediyim sözlər istiqlal məsələsində daha çox, yəni indiki durumda deyirik da, daha çox zorlaşır. İndiki durumda, yəni federalın imkan tapması və ya istiqlalın imkan tapması, hangisinin o puenlərdə, pirikləri daha çox köyləşə bilər, qabağımıza bir tablo qoysaq, gerçəyi budur ki, yəni federalda daha çox görsənir imkan. İmkan federalda daha çoxdur. Əgər indi məsələn Azərbaycan Cumhuriyyəti və Türkiyə Cumhuriyyəti və Türk dünyasını nəzərə alsaq və İranın Orta Doğuda güclü olmağı bais olur ki, tamam bölgə naəmnilik hiss edir. Ərəb məmləkətlər məcburda silah alırlar, İran dixalət edir, bomb qoyur, terror edir. Acaba bu vəziyyətlə türklərə, xüsusən Azərbaycanlılara istiqlal əlverişli görünür? Əlverişlidən mənzuruz budur ki, hangisi faydalıdır? Əlbəttə ki. Yox, rahat, yəni biraz daha rahat ələ gətirmək. Daha rahat ələ gətirməyə yox. Mən elə, yəni səmimi bərxord eləsək, məsələ ilə istiqlal məsələsi daha ağırdır. Tamam. Təşəkkürlər. Ərz edeyim ki, hangi düşüncələr və güclər İranda məhkum olan yaşayan millətlərin istiqlalı ilə müxalifdirlər? Hangi güclər? Bir sıra düşüncələr, həm güclər yox. Həm düşüncə sahibləri var, həm də güc var. Bəli. Baxın, bir sıra istiqlala da, federala da və ya hər hansı bir gerçək ciddi bir desentralisti əyləmlərə bir sıra İranda var, yapısal müqavimətlər var. Yapısal müqavimətlər dediyimiz nədir? Uzun olur bunyadi saxtari, o cür məvani saxtari. Məvani saxtari. Elə biri, yəni bu uzun müddət, baxsaq İran indi adı ilə rəsmiləşən ad şimdi state İrandır. Baxsaq bu minili məsələ nəzərdə tutaq da ondan üstə çox getməyək. Bu minilin də 1100 ilin belə deyək. Min ilini biz özümüz idarə eləmişik. Və onun bir 100 ili bizim əlimizdən çıxıbdır. Bütün indiki hələ İranda yox, bəlkə bunun neçə qatı. Ona görə bu yapısal eyni halda ki, məsələn, tarixə baxdığımızda biraz övünc və güvənc qaynağı olur, amma eyni halda da bir mane də olur zehnilərin qırılmasına, məxsusən biz türklər üçün. Niyə? Baxsaq İranda bütün millətlər və ya azınlıqlar, əqəlliyyətlər ya mərkəzdə mütəmərkizdirlər, siyasi mərkəz olaraq deyirəm, yoxsa baxsaq Tehranda
şimalı qərbidədir. Yəni rəsmi coğrafiyayı olaraq mərkəzdə deyil. Tehran özü şimalı qərbidədir coğrafiyayı olaraq. Amma siyasi olaraq mərkəz hesablanır. Əqəlliyyətlər ya mərkəzdədirlər, ya mərkəzdən qıraqdadırlar. Amma Azərbaycanlılar həm mərkəzdədirlər, həm mərkəzdən qıraqdadırlar. Yəni təkcə Azərbaycanlılar belədir. Və bu da eyni halda bir şey yaradır. Bəzən görürsən mərkəz qaç gücünü gücləndirəndə eyni halda da mərkəzə də çəkir. Öz tərəfimizdən elə. Bax, bir maneələrin biri Azərbaycanda hər hansı bir Azərbaycan dövlətçiliyin istər federal şəklində, istər müstəqillik şəklində bu saxtarı maneələr var. Bizim öz tərəfimizdən də mane yaradır ki, biz 1000 illik buranı idarə eləmişik. Yəni zehnilərdə o etno-psixoloji olaraq insanları bağlayır özünə. Bu bir gerçək. Eynən onun kimi bir də İran indi sentral bir hakimlik dövlət olduğu üçün, state olduğu üçün bütün yəni həyatın bütün alanlarını sentral sistemdə tənzimləyir. Nə üçün? Ekonomi baxsan sentraldır, malı, puli siyasətlər sentraldır, enerji siyasəti sentral, bərqindən tutdu, nə bilim, nəft, qaz filan. Ekonomini sentral və insani qaynağı da, gücü də eynən o cür. Hər şey sentrallaşdırıbdır. Bu insanlara biraz o, necə deyirlər, daha aktiv olmasına maneçilik yaradır. Hətta məsələn bizlər ki, özümüz də artıq milliyyətçiyik, bəzi fəktlər var, biz onu görməzdən gələ bilmirik. Bizə də hakim olur. İstəsək də, istəməsək. Bunlar mani. Onun yanında gəlir elində zehni, fikri, subyektiv manilərə. Yəni, biraz dedim, amma o bəzi subyektivlər faktlərdən, gerçəklərdən qaynaqlanır. Bəzi də zehni artıq da bir siyasi plandır, siyasi düşüncədir. Əlbəttə, mərkəziyyətçi, İrancı düşüncə birinci bunun qabağında müqavimət göstərən və müxalifət edən cərəyan fikirdir, fikir və düşüncədir. Bölgə ölkələrinin də, yəni istər o bizdən olanlar, istər bizdən olmayanlar, bütün yəni bölgədə olan ölkələr demək olar, hamısı sentral sistemləri olduğu üçün onların da güvənlik, enerji, iqtisad, bütün siyasətlərində ölkələrin bütün qalması onlar üçün də xarici siyasətlərində ciddi bir dənə övləviyyətə çevrilir. Və bu da bizim istəklərimizdən üst-üstə düşmür. Bunlar hamısı manidir. Ən sondakı Cumhurbaşqanı ilə açıq şəkildə artıq bu fikrin fiziki bir dövlət gücü olaraq qabağında. Yəni, maneələr bunlar. Təşəkkür edirəm. Çox da önəmliləri bunlardır. Təbii ki, təbii ki. Hangi düşüncə, bunu dedik əlbəttə. Əgər bir millət, ya millətdən istiqlal istərsələr və istiqlal üçün iradə edərlərsə, kimlər və nədən bu o millətlərin istiqlali ilə müxalifət ola bilər ki? Niyə, kimlər və nədən müxalifət edə bilərlər? Millət iradə edir ki, istiqlal alsın. Bəli. Kimlər də niyə istərlər bu iradənin qabağında durarlar? Nə olacaq? Interest conflict. Yəni, mənfəət çatışması, mənfəət savaşı. Mənfəətlər üst-üstə düşmür. Mərkəziyyətçi sistemdən müntəfə olanlar, indi baxın kim müntəfədir? Kültürel olaraq, iqtisadi, siyasi olaraq mərkəziyyətçi, fars düşüncəsinə sahib olanlar hər lahazdan indiki bu unitar sistemdən mənfəət aparırlar. Hər bir şey ki, bunu təhlükəyə sala, kölgə altı, hətta münaqişə mövzusu eləyə, əlbəttə ki, onun mənfəətləri, yəni gerçəkdən maddi mənfəətlərini qəsbi də olsa, qeyri-qanun da olsa ki, o cürdür. Amma hər halda bu güc məsələsi. Bu gücü əldən vermək istəmirlər, ona görə mani. Yəni bütün gücləri bu iradənin qarşısında durmaq, demokrasi ilə müxalifət eləmək deyil. Əlbəttə ki, həm
demokrasi ilə, həm millətlərin öz müqəddərasını təyin etmə haqqı ilə, insan haqları ilə, hamısı ilə müxalifətdir. Yəni, haqq cibhədə deyirlər. Baxın, biz yəni, hüququ olaraq ki, heç belə bəhsi yoxdur. Yəni. Tam biz hüququ olaraq yəni, haqlı tərəfdəyik. Amma hüquq başqa bir şey, düzdür, mühümmidir. Bir də gerçək bir siyasət aləmi var. O gerçək siyasət aləmində nəhayətdə bunu güc təyin edir. Və bu güc sahibləri də gücü əllərindən çıxmasını istəmir. Bütün məsələ budur. İstiqlal iradəsi, istiqlalı əldə etmək bir uluslar arası hüquqi, siyasi və əxlaqi eyləmdirmi? Bəli, onu qabaqki bəhslərimizdə də dedik. Yəni, fəlsəfi olaraq o liberal düşüncə əsasında millətlərin, şəxslərin iradəsi var, millətlərin də iradəsi var. Millətlər iradə sahibi olduğu üçün müstəqil olma, bağımsız yaşamaları onların deyərlər, hüquqda deyərlər, iqtizai zatıdır. Yəni, mən əgər müstəqil bir insan olmayacaqsam, olmazsamsa, demək, mənim insaniyyətimdən tikə qırılır, integritimdən qırılır. Bir millət də millət olduğu üçün zaten istiqlal onun haqqıdır. Və bunu əgər öz iradəsinin dışında onun istiqlalı yoxdursa, əslində onun iradəsini öz istəmədən qırıblar. Məsələn, birini eynən belə zorla məhkəmədə icbarla etiraf elətdirirsən bir şeyə. Bilirsiniz ki, bu batildir. Hüquq olaraq məsələ budur. Güney Azərbaycan bir millət olduğu üçün istiqlal zaten onun haqqıdır. Yəni, bunun hüquq fəlsəfəsi baxımından heç bir tartışılmaz bir məsələdir. Amma hüquq-u beynəlmiləl, baxaq görək ki, hüququn hangi fəlsəfəsini qəbul edib? Bilirsiniz, bir dənə hüququn normu yaranmaq üçün onlar fikir var onun arxasında. Baxaq görək ki, bu hüququ, yəni düzəldən, bu hüququ yaradan güclər hansı düşüncəyə sahibmişlər, daha güclü mövqeyyət demişlər ki, onların teorisi qaidəyə çevrilib. Yəni, fəlsəfədə, hüquq fəlsəfəsində çoxlu hüquq filsufları və hüququn dışındakı filsuflar, siyasi nəzəriyyə sahibləri hər millətin öz haqqı olduğunu, müstəqil olduğunu demək olar ki, kimsə tartışmır. Amma bunun hamısı indiki hüququ beynəlmiləl yəni tam anlamıyla qəbul eləməyibdir və şərt-i şurutla qəbul edib. Nə cür? Ki, nəhayətdə gəlir, məsələn, konvansiyonlar ki, ortada vardı. Yəni, bir yandan bizim müstəqil bir millət olaraq müstəqil olma haqqımız var. Bir yandan da hüququ beynəlmiləl gəlir çox ciddi şəkildə, açıq şəkildə və hətta ona qarantilər də qoyur. Deyir, ölkələrin, yəni isteytilərin ərazi bütünlüyü hüquq beynəlmiləlin əsaslarını təşkil verir. Yəni, Sazman Millərin mühüm vəzifəsinin biri dünyada barışı sağlamaq, sülhü və hətta əsas hədəfi ədaləti sağlamaq deyil. Yəni, birinci övləviyyəti UN-in charterına baxsaq, barışı, sübatı sağlamaqdır. Və bu sübatı sağlamaqda dövlətlər arasında deyir ki, sizin dövlətlər arasında əlbəttə, isteytilər arasında haqları yoxdur, bunlar bir-birlərinə zor istifadə edirlər. Əlbəttə olur ha. Əgər olursa, o əqreşin və təcavüz hesablanır. Amma hüquq-u beynəlmiləl bu qaidəni millətlər, yəni içində olan millətlərə hakim qılmır. Yəni o millətlərin isteytilərin arasında olan bir məsələdir haqqı təmamiyyəti ərzi. Məsələn, deyək ki, İranın bir isteyt olaraq nəzərdə tutur, Türkiyə dövləti, Azərbaycan, nə bilim, qonşu ölkələr haqqı yoxdur ona varid olsun və bərəks. Amma bu kurallar biz millətlərə ki, içəridəyik, bizə şamil deyil.
eləyə bilərik haqqımızı istəyək. Və bu haqqı istəmək üçün o mövcud dövlət, tamamiyyət ərzi onun inhisarında olan dövlət kimi İran dövlətidir. Onun haqqı yoxdur bizim əleyhimizə güc istifadə eləyə. Əgər biz güc istifadə eləmiriksə, əgər o dövlət bizim haqlarımızı, hüquq-i bəşəri, yəni bu hüquq bəşər də ayrı bir məqolədir, sonra gəlir bu tamamiyyət ərzi haqq tənzimləmişdir. Onların connection'ında gələk baxaq məsələyə. Əgər bizim hüquq bəşərimiz sistematik şəkildə nəqz olursa və biz bütün mütarif yolları istifadə edirik ki, haqlarımıza yetişəmirik, hətta onda hüquq beynəllərdə yenə yol açıqdır ki, sən hər vəsilədən istifadə edə bilərsən. Bu hüquq beynəllərin kurallarıdır. Amma mütəəssüfانə bu hüquq beynəllərdir. Ancaq dünya münasibətlərində hüquq beynəllərdən çox rəvabit beynəllər hakimdir. Yəni siyasət hakimdir. Hüquq olar ki, gücü var və imkanı var eləyə bilir, istifadə eləsinlər hüquqdan. Bu qədər deyə bilirəm. Sağ olun. İndi əgər məsələn gördük ki, Rusiyadan İttifaqı Cəmahiri Rus Şurəvi bir neçə məmləkət müstəqil oldu. Gördük ki, Avropada da neçə məmləkət müstəqil oldu. Yəni Sırbistan filan Bəxman məsələsi. Acaba millətlər özlərini istiqlala yetirsələr, hüquqi beynəlmiləl bununla müxalifət edir, deyilsə, sən ayrıla bilməzsən məsələn İrandan. Əgər özlərini istiqlala yetirə bilsələr, o birisi dövlətlərin haqqı yoxdur onların eləyə bilər rəsmiyyətə tanımasın, mənfəətlər əsasında. Amma gəlib hüquqi beynəlmilələ istinad edərək onların haqqına müdaxilə eləyə bilməz. Ancaq dövlətlər mənfəətlərini nəzərdə tutduğu üçün o mövcud güclərlə münasibətlərini tənzim eləyirlər və o mənfəətləri çıxarırlar, nə cürdürsə, o cür rəftar eləyirlər. Məsələn, Qibris neçə il ki, 1974-dən Kuzey Kıbrıs Türk Cumhuriyyəti müstəqil olur. Amma yalnız bir ölkə rəsmiyyətə tanıyıb. O biri dövlətlər niyə rəsmiyyətə tanımayıb? Mənfəətlər məsələsidir. Amma da bunun keysini Şurayı Əmniyyət Saznamələri də aparmırlar ki, o bir dənə ayrı dövləti parçalayıbdır, güc kullanmaq lazımdır o dövlətin. Zaten o haqq tənzimləşdirə imal edir. Görürsünüz ki, orada məsələyə girmirlər. Amma Güney Azərbaycan məsələsində mütəəssüfانə onda hələ saznamələr təzə qurulmuşdu və ilk məsələlərdən də biri elə Güney Azərbaycan məsələsi idi, mətrəh oldu. Əlbəttə, Güney Azərbaycanların nümayəndəciliyi ilə yox, İran dövləti orada məsələni açdı və özünün iç məsələsi, güvənlik məsələsi olaraq məsələni mətrəh elədi və o zamanki batılı güclər Amerika və İngilis başda olmaqla şah rejiminə dəstək verərək orada bizim əslində millətimizin haqq tənzimləşdiyini nəqs edir. Doğru. İndi istiqlala iradə edən bir millət, hangi millət olur olsun, bizim də millət, ərəblər hərçisi, müxalifətlərin onlar üçün nə önəmi var? Müxalifətlərin? Önəmi nədir? Məsələn, Azərbaycanlılar isə istiqlal alarlar. O, müxaliflərin önəmi nədir bu istiqlalçılar? Ya istiqlal alan adamlara, millətlərə? Mən anlamadım sualınızı. Yəni, mənfi baxıram burada. Biz Güney Azərbaycanlılar istiqlal müstəqil olaq. Bir güclər, məntəqə gücü, dünya gücü, mənafiələr əslində müxalifdirlər. O müxalifətin nə önəmi var bu istiqlalımızı bizim almağa ya almamağa? Çox önəmi var. Nədir önəmi var? Yəni, indiyə kimi olan şeylər biraz bir nümunəsini baxsaq. Məsələn, o zaman Azərbaycan, Güney Azərbaycan və ya Azərbaycan milli hökuməti qurulanda Türkiyə ki, bizdəndir da, eynən bizdəndir 1945-də. Niyə bizdən himayət eləmədi? Niyə? Çünki həm
İran İkinci Dünya Savaşı'ndan sonra yeni bir dünya düzeni kurulmuştu. Bu yeni dünya düzeni hukuki bir düzen değil. Yani saznameler o model hukuki düzeniydi. Ama onun ötesinde siyasi bir düzen, güvenlik ve siyasi bir düzen de ortada vardı. Hem İran o zaman hem de Türkiye, bunlar ikisi de güvenlik baxımından Batı cephəsindeydiler. Və o sağ axtarların içine girmişdilər. Və bunların hər ikisi de hem İran hem Türkiye en əsası xətəri, güvenlik, egzistansiyalisti xətəri, yəni vücudu xətəri şurəvidə görürdülər. Azərbaycan milli hökumətin siyasi ve ideolojik düşüncesi neydi? Solçuluqdur, komünizm idi, elə deyilmi? Yəni Azərbaycan milli hökuməti əgər devam etsəydi, bu da Doğu cephəsində qərar tapacaqdı. Yəni güvenlik sistemi şurəvinin rəhbərlik etdiyi güvenlik şəmsiyyəsində qərar tapacaqdı. Və o cür bir önemli bir yerin bu birisi ordugaha geçməsi Batı ordugahını çox ciddi şəkildə yəni zərər verəcəkdi da. O əsasda da onda dövlətlər o yəni həyatı çıxarlarını düşünərlər. O zaman Türkiye'nin hayatı çıxarı İran ki zaten mərkəzi hökuməti də o istəmir. Misal verim də o zamanın en önemli ölkəsi o zaman Türkiye idi da məntəqədə. İndi də o cürdür. Onun həyatı çıxarı orada Azərbaycan hakimiyyətinin olmaması. Çünki ora Azərbaycan hakimiyyəti kimi baxmırdı. Ora komünizm hakimiyyəti kimi baxırdı. Komünizmin gəlib duvarlarına dayandığını hiss eləyirdi. Və onun Türkiye'nin içine sıçramasını və Türkiye'də komünizmin təhlükəsi altına və komünistlərin orada güc kazanmasını təhlil eləyirdilər. Onun üçündür ki, bütün gücü ilə qabağında dayandı. İndi buradan başa düşür ki, niyə müxalifət eləyirlər? Ya, orada gəlib baxmayacaq ki, sənin haqq təyin sərnişin var, nə bilim, insan haqları burada nəqz olub, olmayıb. O dövlətlər, o milli çıxarları üçün çox da onun mənimsəmirlər. Tamam. Mövzumuz burada istiqlal haqqında bu qədər. İndi dedik İran məsələsi. İran qavramını biraz araşdıraq. Görəsən İran qavramı nədir? İran qavramı sizin düşüncənizdə hangi tərif ilə tanımlanır? Gene İran kavramı, İran'a indi bir siyasi baxışına, kültürel siyasi olarak İran'a baxmaq olar. Bir de hukuk olarak baxmaq olar. Kültürel siyasi olarak İran bizim düşüncemizde yeri yok. Yani bu coğrafya ki onu İran diye tərif edirlər, həm tarixində, həm kültürel siyasetlərində, ədəbiyyatda falan, tabii ki bu bizim əslən vücud fəlsəfəmizlə müxalif. Yəni o İran ki tərif olunur, bizim ehsaslarımızla, bizim tarixi hafizəmizlə, bizim tarixə baxışımızla, ədəbiyyata, məntəqiyə baxışımızla, əslən biz dediyimizdə Azərbaycan milli fəalları, hərəkəti Azərbaycanla veya geniş mənada desək, o İran bizim için yani mütezat bir şey. Her şeyimize ters gelen bir şey. Bu yani kültürel ve tarihi İran iki taraf olur. Ama hukuku İran bir tane state'dir, devlettir. Resmi bir devlettir. UN tarafından resmiyete tanınıp, indi hakimdir. Onun kanunları geçerlidir. Ve bütün devletlerde o state olduğu için İran devletini muhatap qərar verib, ondan alver eləyirlər, ondan get-gəl eləyirlər, ondan müzakirələr eləyirlər, siyasi var. Yəni, bu da bir gerçəkdir. Yəni, bu iki İran var ortada. Tamam. İndi mənim sualım buydu ki, qavramın özü, yəni varlığın yox. Orada bir dana varlıq var.
Bir tane de bir kavram var bizim zihnimizde, İran deyəndə bir şeyler zihnimizde okulur çıxır eşiyə da. Mənim zehnimdə təkcə İran üçün qabili qəbuldur indi. Elə bu hüquqi İrandır. Yəni hüquq hüququn rəsmiyyətə tanıdığı, onun dışında mən hər hansı bir elementin mənə dəyəri yoxdur. O da hukuki beynəlmiləldən söz aparırsınız da, ya içəri hüquqdan mı? Hüquq beynəlmiləldə. Hüquq beynəlmiləldə İranı bir dövlət, state olaraq rəsmiyyətə tanıyır. Onun ərazi bütövlüyünü, onun siyasi varlığını, nə bilim, hüquq beynəlmiləlin, yəni uluslararası rabitənin bir parçasıdır. Və onun əsasında yəni bölgəsel güvənlik orderi, deyək ki, nəzm nizamı qurulub. Və bunun əsasında rəftar edirlər. Yəni bunu bütün ölkələr, yəni bütün dünya belə rəftar edir. Qonşulardan tutdu, belə Azərbaycan, Türkmənistan, İraq, nə bilim, hər kəs də yəni onu bir varlıq kimi görüb ondan rəftar edirlər. Məsələn, Talibanı görürsünüz ki, rəsmiyyətə tanımırlar. Orada var, fiziki olaraq var. De facto olaraq var. Amma rəsmiyyətə tanımırlar. Hüquq bilmə rəsmiyyətə tanımır. Oha, dövləti yox, Əfqanistanı tanıyırdı. Hakimiyyəti tanımır. Amma bəzi yerləri dövlət olaraq da tanımırlar. Yəni, state olaraq da tanımırlar. Amma İranı həm state olaraq bütün dünya tanıyır. İran diye bir ülke var. Hem də hakimiyyət və siyasi olaraq tanıyırlar. Bu da bir gerçəkdir. Yəni bizim hoşumuza gəlmir ama. Sizin düşüncede bu hukuki varlığın değişmesi lazım mıdır? Əlbəttə ki. Yəni hüquqda vəhy münzəl deyil ki, hüquqda şərait dəyişəndə hüquq da dəyişir. O cür olmasaydı yani sazmanilər yarananda hardasa bir 52-53 ölkə vardı. İndi 200'e yaxın ölkə var. Yəni təbii ki bu dəyişir. Elə dəyişdikcə də həmin hüquq beynəlmiləl kuralları yeni yaran dövlətlərə də hakim olur. Tanıyır onda rəsmiyyətlə tanıyır. Tamam. İran kavramı əlbəttə buna siz bir isarə elədiniz, siyasi, kültürel və hüquqi. Amma mən bunu daha biraz geniş soruşum. İran kavramı siyasi görürsünüz, yoksa kültürel, yoksa topraksal, yoksa dilsel, yoksa dinsel? Bir var ki bizim perspektivimiz nədir, mənim perspektivim nədir? Mənim baxışımda dinsel, kültürel, hətta siyasi bir İran, tarixi bir İran kavramı mənim üçün batil bir şeydir. Tamam. Yalnız bir tək şey məni məcbur eləyir ki, orada fərqli qəbul edəyəm. Bir hüquqi düzəndir, həm hüquq bilmir, həm də ki orada gerçəkdən bir hüquqi düzən var. Bir gerçək var. Naadilanə də mı? Vardır. Fiziki bir coğrafı var, hakimiyyət var orada, əlində silahı var, pulu var, falanı var, o hakimdir. Yəni, belə soruşsam, İran adlı bir varlıq gəlsə, rəsmiyyətə tanırsınız? Baxın be, vaxtı bir dənə rəsmiyyət vardı, mənim, yəni hüquqi bir İran. Bizim elə bir deyirsən ki, bu mənim əlimdədir da. Sən bunu rəsmiyyətə tanıyırsan. Zaten bunun mənim rəsmiyyətimə tanımağıma ehtiyacı, bu de facto vardır. Mən bunu rəsmiyyətə tanıdım nə olacaq, tanımadım nə olacaq. Tanımayanda əleyhinə çalışabilirsiniz, tanıyanda yox. De facto vardı, amma bu de factonu bunu mən qasibana görürəm. Qeyri-hüquqi görürəm, qeyri-adilana görürəm, qeyri-tarixi görürəm, tarixin mütarif axarına tərs görürəm. Adından tutdu, bayrağından, qanunlarından, nə bilim, tarixindən. Yəni hər şeydə bir, əgər İran state adında bir şey devam edəcəksə, hər şey yenidən revizyon olmalı. Salih bəy, adı da. Sualım əslində budur. Rəsmiyyəti tanıyanda deyirsiniz də onun əleyhinə bir iş görmürsünüz. Yox, varlığı var da, amma rəsmiyyəti tanıyanda... Yox, rəsmiyyəti tanımaq, üzr istəyirəm. Rəsmiyyəti tanımaq
o məniyə gəlmir ki, sən onun əleyhinə iş görmürsən. Rəsmiyyət ortada olan bir gerçəyi görməkdir. Tamam. Məsələn, Azərbaycan dövləti Ermənistanı bəy rəsmiyyətə tanımır. Tanır. Dövlət olaraq tanır. Amma 30 ildir də mübarizə eləyib əleyhinə ki, torpaqların işğalından çıxarsın. Doğru. Baxın, amma ortada bir dənə varlıq var. Bu Amma varlığı Ermənistanı aradan aparmaq istəmir da, burası var. Bəli, rəsmiyyətə tanımasa, onu məsələn Qarabağda qurulan o qondarma, cəli hakimiyyəti rəsmiyyəti tanımırdı. Yıxtıda apardı aradan. O cürdür. bir tərəf müqabildən də şey vardı da, yəni iki tərəfdən baxaq. Ermənistan da deyir ki, oranı mən rəsmiyyətə tanıyıram. Bəli. Dövlət də ora bir də. Bəli, Sıralarda elə o cür rəftar edirlər. Amma nəhayətdə kimin haqlı və Əlbəttə, bunu soracağım. Ermənistan oranı rəsmiyyətə tanıdı mı? Yox. Yox, Ermənistan rəsmiyyətə tanımadı. Tamam. Amma əməlləri ilə de facto olaraq, De facto olaraq, düzdür. yəni bir çox Tamam. dövlətlər də var ki, de facto işbirliyi içindəyir. Tamam. Necə Taliban rəsmiyyətə tanımırlar, amma de facto olaraq demək olar ki, ölkələrin hamısı işbirliyi içindədir. Məntiqi var da. Bəli. Vaxtla sən necə davranacaqsan, görməm, inkar edəcəksən, zərərli bir siyasət. Yox, görüb və onu necə dəyişdirməyə çalışacaqsan, öz dediyin fakt modelinə çıxır. O ayrı bir məsələ. Amma bizim hərəkətdə mən bəzən görürəm ki, bu ayrımı yapmırlar. Yəni, biraz da bizi, bu ayrımı yapmayan da bizi nə duruma gətirib? Ciddiyyətsiz cərəyanlar durumuna salır. Və tənaqızlı. Bir yandan məsələn deyir, biz İranda adında bir ölkə rəsmiyyətə tanımırıq. Bir yandan da gedir, gecə gündüz traktoru təşviq edir. Elə deyilmi? Traktor sahibi və İran dövləti deyilmi? Sipahın sonra bilməyəm nə vəziyyətə düşdü. Misal üçün burada amma. Bəli. Yəni bu ayrımı edəriksə, o zaman siyasətlərimizdə də baxışımızda da tənaqız yaranmaz. İranlı sözündən sizin anlamınız nədir? İranlı. İranlı. İranlı gene iki anlamdadır. Biri siyasi, hüquqi anlamdır. Hər kim ki o ölkənin vətəndaşıdır, pasportu var. O ölkə orada doğub və oranın vətəndaşıdır. O nisbət vermədir də. Məsələn, Sweden, Swedish. Elə deyilmi? Kanada, Canadian. Ya ona nisbət, yəni oranın vətəndaşıdır. Bu hüquqi anlamda budur. Amma siyasi və kültürel anlamda bir sıraları var ki, deyir mən, yəni mərkəziyyətçilər, farsçılar, bu cür düşünənlər, yəni o hüquqi anlamın ötəsində ayrı bir məna ona verirlər və ondan bir mənəvi, ruhi bir bağ qururlar öz aralarında, qəlb bağı qururlar öz aralarında bu varlığa, o fərqli. Mən ilk nəzir deyil, ilk dediyimdən, orada bir hüquqi şey var. Biz də oranın vətəndaşı olmuşuq zamanında. İndi ki, mən oranın da vətəndaşı, yəni pasportum yoxdur, amma qanuna yenə vətəndaş sayılır bizə. Pasportumuz olmasa belə vətəndaş sayılır. Sicillimiz heç olmasa oradadır da, yəni orada olanda bizə bir sənət veriblər. O vətəndaşlıq hüququ biraz fərqli bir məsələdir. Yəni sən pasportun olub-olmaması sənin vətəndaşlıqdan çıxardıq və ya vətəndaş olub-olmaman anlamına gəlmir. Sadəcə əlində olanda pasport, onun məzayasından istifadə edirsən, olmayanda istifadə eləmirsən. O zamana kimi ki, səni rəsmiyyətlə vətəndaşlıqdan çıxartmayıblar. Tamam. Türklər, Azərbaycanlılar, Azərbaycan, İran və İranlılar qavramları... Dərslərimiz çox quruldu, insanlar görsən. Efendim? Dərslərimiz biraz şey olanda, hüquq olanda, məndə o istedat yoxdur da, belə şey deyən... Yox, gözəldir. Bilirsiniz, mən bunu dəfələrcə demişəm, bizim bu program umumütün deyil. Bu sadəcə onlar ki, siyasəti dərin düşünmək istəyirlər. Onlar üçündür. Və
siz də buyurmusunuz, bir məmləkətin içində 5% siyasi olar, ya hüququ düşünən. Qalanları normal zindicanlıqda olarlar, keyfinə baxarlar, məsələn. İndi nədir olsun? Onun üçün buna mən adamların çox gəlib gəlməmağın hesaba qoymuram. Adamların düşüncə sahiblərinin olmağın hesaba qoyuram. Hər halda, Türklər, Azərbaycan, Azərbaycanlılar, bu üç dənə bir tərəfdə, İran və İranlılar qavramların siyasətdə necə yan-yana gətirirsiniz? Türklər, İranlılar, Azərbaycan, Azərbaycanlılar, Türklər. Bu üçü bir tərəfdə, İran və İranlılar. Bu iki dənə qavramı, yəni iki qrup qavramı bir-birinin yanına siyasətdə gətirəndə necə gətirirsiniz? Necə görürsünüz? bunu bir 3 dənə dairə çəksək, hərəsini köşədən qoysaq qıraq-qırağa, Türk, İran, İranlı və Azərbaycanlı. Azərbaycan, İran. Azərbaycan, İran. Vaqiyyəti budur ki, o bayaq işarə elədiyim hüquqi anlamda bu dairələr İçə düşürlər. İç-içə düşürlər. Yəni, hüquq olaraq hamısı birdir. İran çərçivəsində. Amma atifi olaraq, gerçək tarix, belə deyək də, ədəbiyyat, gerçəkdən insanlar özünü hiss eləyib, eləməmə, tam mənasında, demirəm bütün türklərin, bəzi türklər var, elə, yəni tam da o üç dairə üst-üstə düşməyə bilər. Yəni, düşmür. Düşməyə bilər, yox, düşmür. Düşmür. Ya az qismətləri düşür. Yəni, bu da gerçək də budur. Yəni, biz nə deyə bilirik ki, yox, elə, tamam, Azərbaycanlı ki, deyək, Azərbaycan ustanlarında da türklərin, Azərbaycan türklərinin yaşadığı yerdə və türklə tutanda bütün İran hər yerindəki türklər yaşayır. Bunlar həm Azərbaycanlıdır, həm türkdülər, həm də İranlıdırlar. Hüquq anlamda İranlıdırlar. İndi o türklərin hamısı hüquq anlamda İranlıdır. Azərbaycanlılar da, türklər də. Amma o bəzi Azərbaycanlılar, bəzi türklər İranla hala mənfəətlər əsasında sistemin içində olduqları üçün və ya belə deyək də assimilyasiyon siyasəti nəticəsində bu üç alətdən xaricdəyir də. Çünki bir dənə ayıq türk bu durumu təbizamiz durumunda görəndən sonra atifi bağ qura bilməz. Bəzi türklər indi hər nə dəlildən dolayı hüquqi anlamın İranlılığın ötəsində ayrı bir bağda qura bilir İranla. Amma bəzi türklər də qurmur. Bəzi Azərbaycanlılar da bu bağı qurmur. Amma bir çox türklər və Azərbaycanlılar da fiziki və eyni irtibatları və bağları var İranla. Niyə? Orada yaşayırlar, orada ölürlər, uşaqları mədrəsəyə gedir, işləyirlər. Bu da, məsələn, bu tabiiyyət bəhsində görürsən ki, ixtilaf çıxır. Bir uşaq bir yerdə doğub, sonra gedib ayrı yerdən orada işləyib, təhsilat eləyibdir, gedib bir ayrı yerdə izdivac eləyibdir. Yəni, bu çox peçidi eləmək istəmirəm. Şərait qarış, hüquqi davalar çıxır ortaya irsiyəsində, ona da artıq deyirlər, hüquq beynimlər xüsusi. Yəni, necə dövlətlər arası bir hüquq var, bir də insanlar beynəlləri rabitədə nə vəziyyətə düşür, fərq. Onda mühüm amillərdən biri ki, hakimin, qazinin əlində var, təşxis verər ki, bu insan hansı dövlətə daha çox bağlılığı var, diqqət buyurursunuz, qazinin onun ürəyini oxuya bilməz ki. Baxır, görür, hangisında çox oturub, hangisına çox gedib gəlib, hangisına çox vergi verib. O vətəndaşlığını daha önəmli tutur və o ölkənin qanunun o keysə hakim eləyir. İndi, vaqiyyəti budur ki, həm türklər, necə hesablasaq, türklər, Azərbaycanlılar və Azərbaycan türkləri demək olar %99'u o kriter əsasında, yəni orada, bundan da bu qədər qaçınılmaz bir şey. Zihni olarak siz, zihni olarak, yani
O vaqiyyət, yəni gerçəkdir, orada bir dənə gerçək var. Amma bir də zehni olaraq, insanların zehni, məsələn, ruhi, mənəvi olaraq qırılır bəziləri. Bəli. Bunu necə görür? Yəni sizin təşkilat bunu necə görür? Amma özüm üçün deyə bilirəm onu. Çünki qəlbi bir şeydir ki, insan ancaq özünü şey edə bilər. Düzdür. Bütün Azərbaycanlıların hərəkətin və ya Azərbaycan milli hərəkətinin içində tam olaraq qəlblər, ürəklər nə şəkildədir onu hədd vurmaq olar, amma dəqiq bir şey vermək olmaz. Amma mən partiya məsulı olaraq mən İranla, bilirsiniz, indi nə fiziki bağım var, nə orada yaşayıram, nə vergi verirəm, bütün bağlarım qırılıb. Fəqat bir sıra ailə üzvlərindən qalıb orada. Düzdür? Yəni. Hüquqi və bir sıra o şeylər dışında ayrı bir anlam, mən bağ qura bilmirəm, vaqiyyətdə. Bağ qura bilmirəm. Tamam. Yəni bütün o ayrı mənəvi, tarixi falan bağlarım qırılıb. Mən gələn ki, bir şərait yarana ki, yeni bir düzən yarana, əslən adından tutdu, tarixindən tam bir dənə qeyri-təbizamiz bir şərait yarana, hamı müsavi vəziyyətdə olar, hüquqi və əməli olaraq, onda hisslər nə cür dəyişəcək, o ayrı məsələ. İranı millətlər ölkələri varlığı bilirsiniz, yoxsa bir bütün ölkə tanırsınız? Multinational bilirəm mən. İranı bir multinational state bilirəm. Amma bu multinational state'liyi hüquqi düzən rəsmiyyətə tanımayıb. Hüquqi olaraq İran unitar, bəsit, təkmillətli bir dövlətdir. Bir state'dir. O vaqiyyət budur. Çünki Farsdan sonra heç kəs qəbul eləmir bu. Doğru. Amma gerçəkdə sosiolojik olaraq multinational bir dövlətdir. Bir state'dir. Çünki bir dənə state var. 4-5 dənə state yoxdur. Doğru. Sizin təşkilat İran adlı varlığın gələcəyi necə görmək istəyir? Genə mən o Səhra Kərbələyə vurmalıyam da. Biz elə həqiqətən sərnişdi baxırıq. Həqiqətən sərnişdə həm imkan verir gerçək bir federal dövlətinin yaranmasına. Amma federal dövlət dediyində bir multinational bir ölkədə federal bir dövlət bir millətin federallaşması ilə gerçəkləşməz. Mümkün deyil, garantisi olmaz. Əslində federalizm də bir anlaşmadır da nəhayət. Yəni sistemi, dövlətin kullanan sistemi dəyişir. Saxtarı dəyişir. Ufuqi şəkildə. Hakimiyyət haqqı, yəni qanunvericilik, qəzavət eləmə, güc istifadə eləmə, bunlar hamısı əsası hakimiyyət haqlarıdır da. Bunu əmudi şəkildə yox federal sistemində. Yəni üstə bir mərkəz var, paytaxtdır, sonra ustanlar, ondan sonra Şəhristan, kənd falan üstdən şey olur da, idarə olunur. Qoyurlar, nəsb eləyir, gəlir. Federal sistemlərində əmudi şəkildə saxtar dövlət, state şey olmaz, tənzimlənməz. Ufuqi şəkildə tənzimlənər. Yəni biri birinin üstündə deyil. Federal dövlətlərin üstündə bir şey olmaz. Yəni hüquqda yenə bir əsli var. Necə deyirik ki, əsli bunadır ki, mən yəni heç bir cürm mürtəkib olmamışam. Bütün insanlar. Məgər əksi sabit ola. Düzdür? Əsli bunadır ki, hər bir insan bütün haqlardan bərxurdar. Bütün. Yəni ana bətinlə düşən nutfədən o haqlara sahibdir. Ki, bəhsin getdikdən gərək o şəraitin qazana ki, özü verir. Amma sıfırdan yəni irsiyədir falan, hamısına sahib. İndi bir federal sistemdə də bütün haqlar federal dövlətlərindir. Siyasi, iqtisadi, hüquq, bütün haqlar. Məgər onların arasında olan təvafuq əsasında bəzisini aralarında bölüşdürərlər, müştərək eləyərlər. Bu federalizmin fəlsəfəsidir. Yəni saxtarı budur. Bunun dışında hər kim federaldan söhbət eləyirsə, ya bilmir, ya da şəyyatdır, yalancıdır. Anlatmaq istəyir.
federalizm ustanı, nə bilim. Biz federalizmi etniki və qomuya qarşıyıq. Nə demək bu? Hüquqda federalizmi etniki, federal sistemlərində deyə bir şey mi var? Hardan çıxartdınız bunu? Nə demək? Federalizm millətlər əsasında qurulur. Federalizmi təfavütlər əsasında qurulur. Yəni bunun dışında hər kim İran kontekstində ən azından millətlər əsaslı bir federalizm düşüncə tərhini hər kim verirsə 1000 dəfədə gəlsin bağırsın ki mən federalçıyam. Siz bilin ya cahil aptaldır ya da şəyyat. İndi yəni mənim sorum budur. Sizin belə nəzərimə gəlir. Əgər istibah edirsən buyurun. Siz İranı gələcəkdə bir İran federal görürsünüz. İran təciziyə olsun. 5 dənə məmləkətə. Mən gələcək deyəndə bilmirəm gələcək sabahdır, 10 gün sonradır, 10 il sonradır biz bilmirik. Doğru. Bir gələcək ehtimalı, yəni alternativ vəziyyəti ya federal şəklində, ya ən az istəyirik biz, bizim dediyimiz, ya federal ya da müstəqillik. Amma federal orada da haqq təyin qarantı altına alınır. Kanada kimi də millət nə vaxt istəsə da ayrı bir mübarizə aparmadan yalnız sandıq başına gedə bilər. Bir şey qalır sandıq başına. Mərkəzi, yəni mərkəzi dövlətin də anlamlı olur axı federal dövlətdə. Oradakı olan o seçkiləri idarə edən sistem yalnız bəli federal dövlət müraciət etdiyində fəqət onun güvənliyini sağlamalıdır ki seçkilər geçsin. Və onun nəticəsində biz belə bir federalın tərəfdarıyıq. Ehtimallardan biri, iki ehtimal var da. Biri federalizmidir bu şəkildə, biri də ki müstəqillikdir. Amma realitəni nəzərdə tutaraq, uluslararası hüququ, uluslararası beynəlmiləli nəzmi, bölgədə olan ölkələrin mütəzad çıxarları, hamısını iç savaşın çıxmaması naminə əgər mümkün olan budursa ki, elə bir federalizm yaransın, əlbəttə ki, ilk növbədə biz bunu daha əlverişli görürük, daha faydalı görürük. Çünki bizim istədiyimiz federalizmdə zaten millətin əgər narazıdırsa, istədiyi zaman istiqlalına başvurması var. Bu bizim istədiyimiz. Yəni siyasət vərzimiz buna doğrudur. Ona görə də icraî siyasətdə, yəni düşüncə baxımından, kəlam strateji baxımından bu dediyimdir. Amma şəraitə uyğun, əgər bir şərait yaransa ki, bəli, belə bir federalizm yarana bilər, biz ona ilk növbədə açırıq. İstiqlal da yaransa, istiqlala da açıqsınız. İstiqlal əgər şəraiti yaransa, ona 450 sadılar. Tamam. Yəni o bizim ona görə də biz haqq təyin biraz mən fikir edirəm ki, daha çox üstündə çalışmaq lazım. Üstündən getmək lazımdır. O yetərincə açılmıyor. İnsanların zehni ya federaldır. Hətta federalizmi belə doğru düzgün umum cəmaatı deyirəm, amma doğru düzgün yerinə. Amma iki modeli yaxşı bilir insanlar. Ya müstəqil ayrı bir ölkəsən, ya da İran içindəsən, İran işğalındasan. Bunu hər kəs başa düşür. Əlbəttə, məsələn, bu son zamanlarda pan-İranistlərdən biri geçən ildə əlbəttə danışıbdı federalizmə görə. Federalizm istiqlalın qabağında ola bilər. Bu çərçivədə ki, biz yetək ən kiçik vahidə güc verək. O halda ki, federalizm yəni elə bu. Federalizm yəni bu ki, əslində siz buyurduğunuz kimi gedir üstə, nə ki üstə, nə şahid. Təəssüfənə belə bir düşüncə də onların içində var. Yəni federalizmdə heç bir üstdən olmuş bir entitenin, nəhadın mənisi və ya vücudu yoxdur ki, deyən mən sənə bunu verin ya verməyim. Federal dövlətlərin haqqıdır, onun inhisarı haqqıdır ki, deyək ki, mən bu haqqımdan nə qədəsini və nə şəkildə o birisi federal dövlətləri ilə müştərək nəhadlarda cəmləşdirirəm. Üstdə birisi yoxdur, onu sənə verəm. Yəni, əgər üstdə birisi olacaqsa, o federalizm deyil. Doğru. Sizin təşkilat, bugünkü İranda bir konfederalizm sisteminin qurulmasına necə yanaşır? Biz
konfederalistçi deyil. Konfederalizmin İranda indi bu vəziyyətdəki tozluq verir, anlamı belə yoxdur. Niyə? Yəni bu hardan qaynaqlanıb onu mən başa düşmürəm də. Konfederalizm tarixdə nümunələri var konfederalizmin. Əlbəttə hüquqi çərçivəsi bəllidir nə şəkildə. Konfederalizm dövlətlər, müstəqil dövlətlər, öncədən var olan bir dövlətlər gələnlər bəzi şeylərdə işbirliyi elərlər, bəzi zəminələrdə. Məsələn, Şanghay örgütünü biz bir konfederal nəzərdə ala bildik. Avropa Birliyi hətta konfederal deyil, dediyim kimi sui generis o. Yəni hətta federal elementləri var, bəzən sentral elementləri var. Yəni bəzən də konfederal elementləri var. Yəni özünə məxsus bir sistemdir. Amma onların hamısının xüsusiyyəti budur ki, öncədən müstəqil və Birləşmiş Millətlərin üzvü olan bir dövlətlər var. Onlar öz iradələri ilə, məsələn, NATO bir dənə binoy konfederalizmi. Mən anlamıram bu konfederalizmi nə üçün ortaya atırlar, mən heç anlamıram deyirsən. Mənə bizim dövlətimiz var konfederalizmdən danışar. Bunun mənası bu olur ki, İranı saxlayır. Konfederalizmi biz ancaq bizdən harada danışa bildik. Bizim müstəqil dövlətimiz olandan sonra Quzey Azərbaycanla birləşək, federal olaq, konfederal olaq, Türkiyə ilə necə münasibət quraq? Türk dünyasında sonki mərhələdir. Dünya gücləri və qonşu ölkələr İran adlanan yerdə türklərin istiqlalına necə yaxınlaşırlar? Yəni indi baxanda, indi rəylan baxanda bu bölgəyə dünya gücləri və qonşu ölkələr Azərbaycanlıların və türklərin istiqlalına necə baxırlar? Valla qonşu ölkələrin siyasətləri hələ Azərbaycanlıların istiqlalının səviyyəsinə, yəni o həddə gəlməyib ki, biz deyək ki, istiqlalına mənfi baxırlar, müsbət baxırlar. Əslən, qonşu ölkələrin baxaq görək ki, hələ bu iki Azərbaycan orada federal olacaq, müstəqil olacaq və ya bəzi kültürlər haqlarını əldə edə biləcək, etməyəcək. Əslən, bunu bir dənə məsələ kimi rəsmi bir siyasətləri olaraq qonşu ölkələr tərifləyiblər ya tərifləməyiblər, bu belə şübhə altındadır. Yəni, bir milli bir siyasət. Məsələn, bütün ölkələrin bir Filistin siyasəti var da, görürsünüz. Cumhurbaşqanları səviyyəsində biri deyir, iki dövlətli sistemi biz qəbul edirik, biri deyir, yox. Yəni, fərqli, düzdür, vəziyyət bir mərhələyə gəldi ki, demiyorlar, əksəriyyət dövlətlər elə bir modeli ortaya atırlar. Amma Azərbaycan məsələsi hələ o səviyyə yəni gəlməyib dövlətlər içində. Bu da mənası budur ki, feylən mövcud statiko ilə işləyirlər. Açıq siyasətlərini deyirəm. Amma gizli siyasətləri o tür dövlətlərin gizli siyasətinə, yəni mənim o qədər gücüm yoxdur. Yəni biləm ki, məsələn, gerçəkdən məsələn deyirəm, amma Azərbaycan dövlətinin Güney Azərbaycandan ilgili siyasəti nədir, mən bunu bilmirəm. Çünki mən onu bilmək imkanım yoxdur. Və ya Amerika nə cür baxır, mən nə qədər girə bilmişəm ora, mən nə qədər o bilgiləri mənim ixtiyarımda qoyarlar. Amma görünənlər əsasında biz görürük ki, hələ bəlirlənmiş bir Güney Azərbaycan siyasəti yoxdur. İranın coğrafiyasına baxanda nə görürsünüz, nələr görürsünüz? Buradan durmuşsunuz, baxırsınız ora. Oturduğunuz yerdən baxırsınız, oradakı ora İran deyirlər. Nələr görürsünüz? Valla mən əvvəl öz şəhərimizi görürəm. Yəni zehnimə təbadir zehni o gəlir. Yəni adamın orada keçmiş günləri, ondan sonra o bölgələr gəlir. Ondan sonra harada dərs oxuyub, harada sərbatçılığa gedib, harada işləyib. O siyasi çaxnaşmalar, zindana düşmələr, şikəncələr, təbizlər, məhkəmələrin fəsad vəziyyəti, insanların fəlakəti, hürmətsizliklər, cahillik, nə bilim, asimilasyon, xodbaxtəci, tərs rəftarlar,
fədakar milli fəallar. Yəni, çox belə qarışıq şeylər gəlir zehnimə. Gözəl. İran coğrafiyasına necə baxırsınız? İran dövlətini necə görürsünüz? Dövlət olaraq bir faşist, qanmaz, eyni halda qanmaz, mədəniyyətsiz, kültürsüz, yəni çağ dışı bir sistem görürəm mən orada. Yəni o məhkəmələr yazıma düşür, onların o, nə bilim, hələ universitetlərdə 1800 il, 1500 il bundan qabaq ki, o köhnə fikir mətniləri zorla öyrətmələri, yəni çox, yəni gözəl şeylər zehnimə gəlmir gerçəkdən. Fars dilli insanlara necə baxırsınız? Fars milli insanlara. Dilli. Dilləri fars olan insanlara. Fars dilli insanlara. Valla fars dillilərdə də yenə iki dənə təzadlılı şey gəlir zehnimə. Bəzən bəzi insanlar təhsil zamanında, nə bilim, vəkillik zamanında, bəzi insanlar var, görmüşəm ki, normal insanlardılar, amma orada olan sistemin əsasında türklərə görə, Azərbaycana görə yenə onların mütəzad refleksləri zehnimə gəlir. Həm Azərbaycanı sevirlər, həm də tərsə başa düşürlər. Bir sıra belə insanlar, amma azdırların tedadı. Amma bir çoxunu media sahibləri, qələm sahibləri, kitab yazanlar, TV prezenterləri falanları daha çoxu faşist tiplər gəlir gözümün önünə. Yəni məntiqlə, hüquqla, ədalətlə, insan haqları ilə, argumentlə bir şeyi danışıb çözə biləcəyim tiplər gəlmir qabağıma. Mən onu soruşacaqdım ki, onları, yəni farsları necə bölürsünüz, necə bulursunuz? Şəxsi təcrübədir da, şəxsi təcrübədir. Sən hamısını dəqiqliyəm, ona bir böyük bir araşdırma aparmaq lazım. Nə bilim, anketlər ki, məndə belə bir imkan yoxdur. Ancaq mən öz hovzəm qədər deyə bilirəm. Mən belə bir şey yaşamım. Təcrübəmi deyirəm da. Empirist şeylərdən. Doğru. Fars dilini necə tanımlayırsınız? Fars dili necə bir dildir sizcə? Fars dili. Fars dilini mən o birisi dillərin yanında bir dil kimi görürəm. Amma bir tərəfdən də necə əziyyətlə elə hamımıza yalnız təkcə bir şans, təkcə bir seçim önümüzdə olan bir dil kimi görürəm. Və fars dilini farslar kimi danışmadığım üçün ləhcəmiz, istərsə Tehranda, Şirazda, müxtəlif yerlərdə təhqirlərə, yəni görünməz təhqirlərə ki, cürət eləyə bilməyiblər. Açıqca mən eləyərlər onu gerçəyə. Amma bu təhqirləri də hiss eləyirəm, bu dil vasitəsilə, bu dil danışanlar vasitəsilə. Amma bir dil olaraq, dil ilə mənim müxalifətim yoxdur. Yəni bir nifrətim yoxdur dilə. Müsəlman olaraq da dillər, bizdə İslam dilində dil Allahın nişanəsidir. Amma Məsihiyyətdə dil bir mücazatdır, izafə dil bilmək. Belə bir fərqliliyimiz var. Ona görə, hangi dil olur olsun, mən ona Allahın nişanəsi kimi baxıram ilk öncə. Bir hüquqçu kimi də bir necə deyirlər, bəşəri bir mənəvi malikiyyət kimi baxıram ki, dillərə bütün dünya şərikdir. Məsələn, bizim türk dilimiz yalnız bizim deyil. UNESCO-nun əsasnaməsinə baxın. Türk dili bütün bəşərindir. Bütün dillər. Fars dili də elə cürdür, İngiliscə də o cürdür. Yəni, dilə tohin eləməyi mən doğru görmürəm. Yəni, dilə tohin eləyənlər, dildən nifrət eləyənlər, ya biri məsələn müsəlmandır, o açıdan baxsa doğru deyil. Biri insan haqlarını önəmsəyir. Biz 21-ci əsrdə yaşayırıq da. Bir dildən nifrət və ya bir millətdən, millət olaraq ya bir qovmudan, bir
bunlardan da nifrət eləmək o gəlişmiş məntiqə, mütəməddin millətlərin prinsiplərinə aykırıdır. Təbiətən yəni oradan baxdığımızda qalıb ki, bu dəyərləri bir insan öz içində, ruhunda nə qədər rəftar biçiminə gətirmiş ola bilər. Bir insan nə qədər insani baxımından mütəkamil olur, yəni bu belə şeylərə də bu baxışla baxa bilir. Amma onun yanında təbizləri də görə bilir. Təbiz bəzən görürsən ki, bir dil vasitəsilə təbiz yaranar. Bəzən təbiz, zülm bir etniki, bir qovumu, bir milləti vəsilə elərək yaparlar. Bəzən bir düşüncə sistemini, məsələn, komünizm fikrini ortaya qoyanların hədəfi buydu ki, bəşərə yeni bir pəncərə açsınlar da. Özellikle əzilmiş insanlara, yəni işçilərə, yəni bir yol açsınlar da. Amma ondan gör, onu nələrə çevirdilər. Gətirdilər, onun içindən polpütlar çıxdı, içindən Stalinlər çıxdı, nə cinayətlər oldu. Din də o cürdür. İslamın da içindən Taliban çıxır, Cumhur İslamı çıxır, Daesh çıxır, nə bilim, kim çıxır, kimlər çıxır. Fars dilində də, Fuzuli də Fars dilində şeir deyib. Elə deyil mi? Vaqiyyətdə bu gerçək. Firdevsi də deyib, orada da gəlib, o da bilməyəm, gerçəkdən o sonra qatıblar, deyibdir, deməyibdir. O da irqçılıq edibdir. Sonra onun özlərini onlara vərəsə bilənlər gəlib, bir dili vəsilə edib, bir milləti yox eləyirlər. Yəni bu dilin, bunu demək istəyirəm, bu dilin günahı deyil. Dili istifadə və vəsilə eləyənlərin günahıdır. Biz o dili necə istifadə eləyənlərə baxmalıyıq. Dilin özünə yox. Teşekkür. Fars dili Türklərin ya Azərbaycanlıların gələcəyində yeri nə olar sizin partinin düşüncəsində? Bu məsələdə biz çox açığıq. Əgər Azərbaycan müstəqil olacaqsa, ya zaten deyərlər ki, salibə bir intifai mövzudur. Yəni da mövzuiyyəti yoxdur, yəni. Türk dilidir, yəni başqa bir dili. Çünki orada Fars yoxdur. Bəli. Rəsmiyyəti də ola, falan ola. Amma federal bir sistemə keçəcəksə, biz federal sistemində də bütün dillərin rəsmiyyət eyni haqqı hüquqdan, eyni statusda müsavi olmasının tərəfdarıyıq. Harda? Müştərək institutlarda. Federal dövlətlərin müştərək institutlarında. Amma federal dövlətlərin öz teritoriyasında, məsələn, Azərbaycan Cumhuriyyətində, Federal Azərbaycan Cumhuriyyətində, Güney Azərbaycan Federal Cumhuriyyəti. Orada yalnız və yalnız bir dil rəsmiyyət tapacaq. O da Azərbaycan türkçəsidir. Onun yanında əgər azınlıqlar dili varsa, azınlıq dil haqqına sahibdirlər. Yəni, Azərbaycan rəsmi türkçəsinin yanında deyək ki, məsələn, tat var. Nə bilim, talış var, həm Kürt var, həm erməni var, hər nə. Onu da araşdırmaq lazımdır. Onlar da uluslararası hüquq nə deyibdir? Bu indigenous people, onların dilləri falan, o nədir? O da Azərbaycan bir demokratik dövlət olaraq ona əlbəttə ki, biz həm hüquq olaraq inanırıq ona, düşünürük, həm də ki, siyasi tərz, düşüncə olaraq inanırıq ki, onların haqqıdır. Amma hər tür hesablayanda Fars dilinin artıq Azərbaycan türkçəsinin yanında rəsmiyyət qazanmasının heç bir zəminəsi, məbnası, həqqaniyyəti və məntiqi yoxdur. Və biz onu qəbul eləmirik. Amma federal müştərək institutlarda bütün qanunlar, ayinnamələr, qəzai hökmlər, hər nə yazılırsa, indi 4, 5, 6, 7, 8 hər nə qədər bütün dillərə yazılmalı. Necə ki, Avropa Birliyində 26 dilə yazılır. Güzel. Bu bizim çox önəmlidir. Biz, məsələn, sirfən külli bir bəhsi kimi də bizim partiyada bu çox önəmlidir. Yəni biz prinsipdir bir dənə, milli mənfəət sahibi. Biz əsla və əsla nə fars dilini, nə başqa bir dili
hətta ingilis dilini də Güney Azərbaycanın gələcəkdə rəsmi dili olacaq qəbul eləmir. Bunun mənası deyil, biz ingilis dilinin əleyhinə, yox. Amma rəsmi status vermədi. Onun istədim, onun əhəmiyyəti bilinsin. Bizim açımızdan. Gözəl. İran və farsların siyasi gələcəyi necə görürsünüz? Yəni ehtimallar sizin zehninizdə ya sizin partinin düşüncəsində hangi ehtimallar var farsların və İranın gələcəyi haqda? Mən elə düşünürəm ki, İnsafər bəy, hətta indi ki biz danışırıq, indiki olayları İranda, bu 3-4 günün olayını nəzərdə alsaq, bu seçkiləri də görürsünüz də. Bunu mən öncədən də yazmışam, demişəm də, 3 il bundan qabaq. İranda artıq seçki siyasəti, ümumi siyasət, kəlan siyasət, hakim söyləmlər və qoftumanlar əsasında yaranar. Yanlış və ya doğru. Mən elə düşünürəm ki, bax, qoftuman dediyində nədir? Qoftuman bir zaman İrançılıq qoftumanı idi, bir zaman şiəçilik qoftumanıdır. Bunun mənası bu deyil, onlar aradan gedib. Qalib qoftumanı mən deyirəm. Qalib qoftuman. Mən elə düşünürəm ki, artıq o pərdələrin arxasında və ya görünən o dərilərin arxasında gerçək siyasət aləmində artıq siyasət bəyənsə də biri, bəyənməsə, sevsə də, sevməsə də millətlər söyləminin əsasında yürüməkdədir. Bunun mənası bu deyil, bu Cumhur İslamı rəsmi olaraq millətlər söyləmini qəbul edib, qəbul eləməyib. Amma millətlər söyləmi o qədər güclənib ki, artıq bu söyləm əsasında siyasət yürütmək zorunda qalıblar. Ana siyasətlərini görünməz olaraq bəlirləyici duruma gəlib. Yoxsa, mən bir dənə status yazdım, bəziləri götürüb yazıb ki, filanı deyir ki, gedin filanıya rəy verin. Zaten mən tam bir dənə neytral bir şey yazmışam ki, Pezişkiyanın 80 dav tələbin içində 6 dav tələbin biri olaraq səlahiyyətini vermələri bu millətlər qoftumanının baskısını göstərir. Cumhur İslamı artıq bunu nəzərdə almadan özünü qorumaq üçün belə biz bilirik ki, bir teatrıdır. Amma bu məsələyə zorlayan millətlər qoftumanıdır. Bu çox önəmli bir məsələdir. Təminat dövründə yadınızda olsa, bizim Zəncanda Umid Zəncanın bir yazar var idi. Mən vəkil idim də, bilirsiniz o zaman. O da bir zaman olubdu. O dövrüyle bu dövrənin fərqi nədir? Yəni o zaman da bir türk var idi. Azərbaycançılıqdan, türkçülükdən, millətlərdən, millətin haqlarından danışırdı. Adı nə idi onun? Ümid Zəncan da Əhməd Həkimov. Əhməd Həkimov. Yaşa. İndi də məsələn bir nəfər vardı. Aynı söz. Nə fərqi var o zamandan bu zamana? 8 il müvəkkilim oldu. Ona görə yadımdan çıxmıyor. Baxın, mən bayaq da söylədim. Bu söyləmlərin hamısı müqavimət ilə yerindədir. İslahat söyləmi, aşırı təmamiyyətçi, dinçi söyləm, zaten hakimdir də. Farsçı söyləmi, şahçı söyləmi, millətlər söyləmi. Yəni bu 30 ilin içində hamısı vardı. Amma mən indiki dövrdə, amma hər dövrün özünün qalib bir söyləm olan. Bir qalib söyləmlər var, bir məğlub söyləmlər var. O zaman milli məsələ söyləm olaraq bütün İranın genəlində qalib söyləm deyildi. Ən azı, necə deyirlər, çaliş edici bir həddə söyləmidir. Məğlub da olmasa. Amma millətlər söyləmi indi qalib söyləmə çevrildi. Niyə? Milləti anlatmaq üçün bir kandid, misal deyək də, o ki bu baxışla baxır. Məcburdur o qoftumanı nəzərdə alan. Cumhur İslam istəyir ki, özünü bohrandan çıxarsın, yoxsa Pezişkiyanı
hansı xüsusiyyətinə görə gəlsin, təyid səlahiyyət eləsin. Özdə bir məsələndə bir o tipdə bir adam 5-inin qabağında. Aya, Pezişkiyanın islahatçı olduğu üçünmü təyid səlahiyyət verdilər o oyun içinə? O zaman ondan öncə daha mühüm islahatçı vardı da. Niyə onları eləmədilər? İrançı olduğu üçün mü təyid elədilər? Daha ifrat İrançılar var. Elə deyilmi? Ona git. Bunlar hamısı fəqət yəni Cumhurbaşqanlığının işinə yaraya biləcək. Fəqət bir dənə xüsusiyyət var. O da Pezişkiyan Təbrizin millət vəkili və türk olmasıdır. Və bununla bu yəni bir dənə qoftumanın hakimiyyəti. Bu qoftumanı Cumhurbaşqanlığı nə cür istifadə edeyim deyə, amma Cumhurbaşqanlığı qabaqçı seçkilərdə o qoftumana ehtiyac duymadı. Olsaydı olardı, olmasaydı olardı. Bəzi məsələn deyir ki, qabaqçı şeylərdə də vardılar da. Nə mənə deyir? Mehrəlizadədən o birisi nədir? Himməti. Onların təyidi səlahiyyət olması türk olduqları üçün deyildi. İslahatçı olduqları üçün idi. Amma onlar istəyirlər ki, biraz qızışdırsınlar, biraz öz rəylərini artsınlar bu qoftumandan. Bir həddə olmuş olsa istifadə eləsinlər. Nəyə yetişmək istəyirəm? Artıq bundan sonra İranın gələcəyini millətlər məsələsi təyin eləyəcək. Amma o millət qalibdir ki, daha çox resursu olan zehnən və əmələ, daha çox örgütlənə, daha çox siyasiləşən, siyasət qaydələrini yaxçı, möhrələrini yaxçı yerində istifadə edə bilən və mən Azərbaycanda, yəni partiya olaraq biz bunu da deyim, biz Azərbaycanı, Güney Azərbaycanı yalnız Güney Azərbaycan milli hərəkətindən ibarət görmürük. Güney Azərbaycan deyəndə 30 milyon, 35 milyonu deyilir. Hətta biz televizyonda da müxatəbimizi təbəqə-i mütəvəssit şəhri tərif eləmişik. Daha çox o asimilə olanlar. Çünki milliyyətçi kəsimin artıq bizim tikrarımıza ehtiyacları yoxdur. Yes. Biz onları qazanmağa çalışırıq. Və gerçəkdən də, məsələn, bizim sosial şəbəkələrdə o, necə deyək, analizlər çıxır da, İnsafər bəy, bunu neçə nəfər baxır, hardan baxır, hansı sindilərdə, neçə dərsədə baxır və hardan baxır. Bizim baxıcılarımız sosial şəbəkələrdə bilə bilirik bunu. Amma mahvarədən bilmək olmur. Elə bir imkan vermir. Bizim baxıcılarımızın hardasa 60'ı Azərbaycan qərbi şərqi Ərdəbilin dışından baxır. İzləyirlər bizi. %40'ı bu tərəfdir. Ki onun da %90'ı Təbrizdir. Bunu da deyim. Bu, yəni təbəqə-i mütəvəssiti şəhri və asimilə olan kəsim. Millətlər qoftumanı güclənməkdədir. Amma bizim də çox ciddi zəiflərimiz var. İnsafər bəy. Yəni bu məsələ yalnız Azərbaycan Mərkəz Partiyasının, o partiyanın, bu partiyanın sorunu deyil. Bu hamımızın sorunudur və bir millət sorunudur. Bizim resurslarımız qısıtlıdır. Bizim beynəlmiləli ilişkilərimiz çox zəifdir. Biz dünyanın nəzərini cəlb eləyə bilməmişik hərəkətə. Biz Güney Azərbaycan məsələsini ölkələrə təhmil eləyənməmişik. Biz hələ daha çox enerjimiz öz içimizdə hədərə gedir. Biz bərabər çalışma mekanizmləri içsəlləşdirə bilməmişik hələ. Bizim içimizdə hələ, yəni hamı milliyyətçidir, amma siyasi rəftardan, profesional siyasi rəftardan Azərbaycan milli hərəkətinin içində çox ciddi problemlər var. Doğru. Mən biraz bu indi sandiklərə görə danışdıq. Mənim zehnimə bir şey gəldi. Sizdən bir soruşum. Mən baxıram türklərə bu intixabatlarda. Xameneyini türk bilmirəm, özü də özünü türk bilmir. Bizim millətimiz qoyulur hesaba. Ona qalsa Məhəmməd Rza daha çox türkdür və
Rıza Şah dedikləri daha çox düşdü. Yəni əgər görüləsə Yəni Xameneyi o hesablasaq doğru deyirsiniz yəni. ya bə onun üçün onları mən bilmirəm, amma baxıram Bəni Sədr türkdür, yəni Zəncanlıdır. Baxıram ondan sonra yoxdur. Bilmirəm, mən dəqiq bilmirəm haradır. Yəni Zəncanlıdır, əgər iştibahi eləməsən, Bəni Sədr Zəncanlıdır, türkdür, amma türkçülük görmürəm onda. Heç, sıfır. Onda İslamçılıq, İrancılıq çox üstündür. Hətta eşiyə çıxandan sonra da İrancıdır. Yəni çox ciddi İrancıdır. Yoxsa Bununla belə ki, Bazırgan da tam 100% türkdür, amma heç türkçülüyü yoxdur, İrancıdır, hətta bir də qarşıdır. Əhsən. Düzdür, o mən yadımda deyil. Ondan sonra gəlirik, məsələn, daha kimlər var idi? Bu geçən 44 ildə kimlər var idi sizdə? Məsələn, Rəcəbi kimləri fikir edirəm ki, türk idilər. Rəcəbi özü Rəcəb fars məşəddidir. Bəli, amma onun, yəni o təşkilatdan. Məsələn, onlar indi bu sonki xanımı, Əbişəmçinin xanımını sonra aldı. O türk. Məryəm xanım, bəli, o türk. Ha, məsələn, Türk o da İrancıdır. Yəni hətta Kürtlərə görə bir şeylər rəsmiyyətə tanıyıbdı, amma Türklərə görə bir şeylər hələ rəsmiyyətə. Tam anlamıyla manqurtdur. Əhsən. Ondan sonra gəlirik şeylərə, prezident seçkilərinə. Xatəmi dövründə elə bir ki, bir nəfər olmuşdu. Mehrəlizadə idi, kim idi? O həkimi pul yancıdır. Mərağalı idi. Kim idi? Mərağalı idi da bu Xatəminin mavini hüququ parlamansı ya belə bir mavinət var. Hər halda mavin rəis cumhurdur. Yox, istəyirəm o rəis cumhura kandid olanları baxıram, görəm ki, beləsi mən. Həman adam kandid olmuşdur. Adını bilirsiniz, adı yadınızda. Möhsün Mehrəlizadə. Möhsün Mehrəlizadə. Ondan sonra da kimdir? Gəlir, xuyuzduq. Xatəmidən sonra keçən dövrə himməti olmuşdu. O rəisi bankı mərkəzi idi, düz deyirsiniz. Elə himməti də olmuşdu, Mehrəlizadə yenə də olmuşdu. Həman o dedi də rəisiyə dedi şişkilasə. Düzdür, himməti dedi. Himməti yox, Mehrəlizadə dedi onu. Aha, tamam. İndi mənim sualım budur. Bunlara baxanda görək, yəni istəyirəm bunu baxaq. Biz görək ki, türkçülüğün sözləri bu, ya millətlərin qoftumanı millətdə siz işlətdiniz. Millətlərin qoftumanı danışdığı üstün olsun. Tək türkçülük deyək ki, burada ərəbçilik də var, bəlçilik də var, ərəbçilik də var. Millətlər qoftumanı. Bunlar bir-birini millətlərin bu qoftumanı, yəni millətlərin üstün istəkləri deyək. Siyasi istəkləri hakimiyyətdə özünü göstərməyə çalışır. Zaten bəlçilər özləri göstərə bilməzlər. Hakimiyyət deməyək, siyasət. Siyasət arenasında Türkmənlər və bəlçilər özlərini göstərə bilməzlər. Tamam. Bunlar özlərini göstərə bilməzlər. Çünki bəlçilik əslən sünni olmaq özün rəis cumhurluqdan hifz edir. Yəni qırağa qoyur. Onun üçün onların qoftumanı bizim qoftumanımıza gəlməlidir. Yəni Kürtlər və Bəlutçular və Türkmənlər ki sünnidirlər, onlar ki sünnidilər, onların qoftumanları bizim qoftumanımızın içində olmalıdır. İndi, əcəba məsələn, baxanda görək ki, 57 inqilabını biz şeydə görmürük, Mirlisan Musəvidə görmürük, Xameneyidə görmürük. 57 inqilabçılarında şəxs fikir falan olaq Azərbaycanlılar, heç birisində Azərbaycan və Türk düşüncəsi yox. Yox. Bu sonuncularda baxsaq, yəni biz geçən deyək ki, Xatəmi dövründən bu yüzə, geçən 28 ilə baxsaq. Bu 28 də olmur, elə bir 24 də olmur, hə? Xatəmi dövründən bu günə qədər 24, 26 olur eləmiş, 26 olur. 26 il olur. Bu 26 ildə deyək. Məndən daha yaxşı bilərsiniz. Onu elə hesab edirəm ki, Türk gətirənmirəm. Bu dövrələrdə, indi buna baxaq görək ki, bu millətlərin qoftumanı özün o kandidlərin, rəis cumhurluq kandidlərinin içinə yerləşdirə bilirmi? Məsələn, biz himməti ilə şeyi çox ciddi gördük. Baxın, mən onu istəyirdim deyəmdə, millətlər qoftumanı əslində İranda, yəni inqilabdan sonra deyək da, millətlər qoftumanı, hərəkəti, mən deyirəm qoftuman da söyləm. Bəli. Tamam, Kürtlərdə olub da hər zaman olub. Bəlüşlərdə olub, ərəblərdə olub, filan olub. Amma hansısı
Bunların hamısı bölgəsəl millətlər qoftumanıdır. Bəli. Bunlar İranın genəlində, siyasət kəlamda qoftumanı dəyişdirmə gücləri çox zəifdir. Misal üçün, bu geçənki olaylarda ən çox xiyabanlarda dayanan Bəluçlar oldu da. Bəli. Hamıdan çox. Bəli, Amma bəli. mən deyirəm bana, öz televizyon, o Kələmə TV-də də demişəm. Bəluçlar 10 il onu davam edələr, 10 il hər cümə gələrlər. Heç bir yerə yetişmək heç dəqiqət olmaz. Niyə? Doğru. Çünki bu gücü yoxdur sağdarda, qoftumanı fikri olaraq, iqtisadi, siyasi olaraq mümkün də eləyə bilər. Kürdlər də eləyə bilməz. Ərəblər də eləyə bilməz. Bərabər Türkmenler de yığışsalar, yapmaz hatta. Türkmenlər də bərabər yığışsalar ki, qeyri-mümkündür bir dənə müştərək qoftuman yaradalar və çox çətindir. Yəni o saxtarı maneələr həddindən artıq onların əleyhinədir. Amma Azərbaycan həmişə, yəni bu belə İran-ı Novin deyirlər də, yeni İran state building ki yaranır bu kuduta məşrutiyyətin axirlərindən. Azərbaycanlılar həmişə ya qurucu state building aktörləri olublar, ya da rəqib. Məğlub da olsalar rəqib. Yəni Türklərin və özəlliklə Azərbaycanlıların konumu fərqlidir. Fikir, qoftuman, söyləm. Azərbaycan milli hərəkəti ortaya çıxandan sonra yavaş-yavaş bu etkiləməyə başlayır. Yəni hər kəs etkiləməyə başlayır öz həddində. Gəncləri, qadınları, işçiləri, mühitçi fəallarını, insan haqları fəallarını, sinfiləri, sonra gəlib hakimiyyətin içinə, hakimiyyətdə olanlar. Bürokratlardan ən neytralı bürokratlardır da. Bürokratlardan artıq gəlib millət vəkillərini daha çox bu məsələ ilə məcbur olub. Niyə? Çünki o hər 4 ildən 4 ilə gəlməlidir o millətin içinə ki, o da baxır görür ki, hansı qoftumandan 4 dənə izafə rəy qazana bilər. Biz yavaş-yavaş da görürük ki, Xurdad, belə deyək də, Xurdad qiyamından sonra daha çox. Ondan qabaq olmuşdu ya. Amma mən qalib, ümumi şeydən söhbət edirəm. Məsələn, Xurdad qiyamından qabaq, əlbəttə ki, 5-ci millət vəkilliyi zamanında Təbrizdə Sayın Çehriqaninin şirkəti ilə orada ciddi bir qoftuman olmuşdu, yəni özünü göstərmişdi. Amma bütün Azərbaycana yayılmamışdı, bu bir gerçəkdir. Bütün İranda bir qoftumanı qalib, yəni rəqib konumuna gətirə bilməmişdi özünü. Bu getdikcə gedir. Xurdad qiyamı müsbət anlamda ciddi bir şok verdi. Yəni Xurdad qiyamından qabaq əgər milli məsələmiz millətdə, yəni milliyyətçilərin bu məsələni bilənlərin arasında olan bir qoftumandırsa, ondan sonra da artıq onun dışına da çıxdı. İstərsə evlərə getdi, istərsə biri bundan müxalif ola ya müvafiq ola. Yəni o getdikcə biz görürük ki, Cumhurbaşqanlığı yarışlarında da özünü göstərir. İndi daha başqa bir level aldı. Bunu siyasi və cəmiyyətşünaxtı bir analiz verəndə baxıram görürəm ki, bu sosial şəbəkələrdə özünə görə İnsaf Əli bəy özünə görə bir karşınaslar yetişdirir. Bəli. Amma sosial şəbəkənin karşınasları çox dayaz karşınaslardılar. Çox dayaz. Yəni sosial şəbəkə karşınasları mən əminəm, məhdil tutsan gündə bir səhvə, yarım səhvə tekst oxumurlar, kitab oxumurlar. Və ona görə hər şeyi bildiyi, bilmədiyi şey gəlib nəzər verirlər. Bir fikri birindən görəndə diqqətlə baxmırlar və onu analiz eləmirlər ki, bu nə deyibdir, bunu kim deyibə baxırlar. Bu təhlükəli məsələdir. İndi mən deyəndə ki, milli məsələ, millətlər qoftumanı, Pezişkiyanın səlahiyyətinin qəbul olunması nişan verdi ki, artıq qalib bir qoftuman çevrildi və bu məsələdə Azərbaycan Milli Hərəkəti çox mühüm rol oynayıb. Azərbaycan Milli Hərəkəti rol oynamayıb ki, Pezişkiyan kandid olsun. Rol oynayıb ki, Pezişkiyanı əli ilə və Pezişkiyan çehrəsində
Cumhur İslami oyun oynamaq zorunda qalar. Bunu başa salmaq olmur. Hatta mən eşidirəm ki, falanı deyib ki, gedir. Qardaş, mən kimsəyə deməmişəm, get hələ indiyə kimi. Get, rəy ver ya verməklə. O məsələyə gəlinənə qədər arada ciddi bir plan olmasa. Ya Pezeşkiyan kandidat olub, tamam. Bunun planı nədir? Nə mənə istəyirləsin? Bir kəlan olaraq, bir də bizim milli məsələlərimiz açır. Bunun Türk dünyasına fikri nədir? Zəngəzur koridoruna necə baxır? Urumu gölünə neyini yiyəcək? Türk dilin rəsmiyyət verəcək, verməyəcək? Bizim, yəni o umumi insan haqları falan o yerində. Amma bizim üçün, madəm bizim qoftumanımızın sayəsində sən təyid səlahiyyət alıbsan, buyur görək sən nə var? Yəni əlində, ovucunda nəyin var? O cəsarətin, o icazən varmı sən bir şey ortaya sar? Yoxsa sənin sırf Türk olmağın heç bir şey ifadə etməz başlı başına. Mən dedim da, yəni Rıza Şah da Türkdür, Məhəmməd Rıza da Türkdür, Fərəh də Türkdür, Xameneyi də deyir Türkəm, amma yox, İnsan bəy, sən Pezeşkiyan olmazsan, fərz-i mahal ki deyil. Cənabizə indi orada Kanadada oturubsuz, sizə səlahiyyət versinlər. Siz vəkil tərqi ilə kandidat ola bilərdiniz. Əslində sizə səlahiyyət verir. Biz sizi tanıyırıq. Da şəkkimiz, şübhəmiz yoxdur ki, haralıdır, Qaradağlıdır, xaris Türkdür, filandır. Amma biz sizə qəzavət eləmək üçün sizin planınıza baxmalıyıq da. Orada baxmalıyıq ki, mənim planım oldu. Hakimiyyət icazə verəcək bu plan işləsin. Məsələ budur. Yoxsa sırf bu planı Türkdür, gedin, rəy verin. Yəni bunun içindən nə çıxacaq yəni? Bunlar tartışılmalıdır. Doğru. Doğru. Təşəkkür edirəm, gözəl konudur. Mən bunun sabahları o şeydə ehtimalən sabah sübh Toronto vaxtının saat 10'da. Biz də danışacağıq. Orada koyacağım. Bir şeylər, bir verilər olsun adamdan. Bəli. Bir veri yoxdur, ya bir dadə yoxdur bizim. Doğrudur. Vaqiqiyyət. Tamam, qeydaq bəhsimizə. İki sualım qalır ki, bu bölümün, İran bölümün, bu qavramın çıxaq eşiyə buradan. İran farsların coğrafi gələcəyi necə görürsünüz? Yəni, coğrafi torpaq olaraq onlar... İrandakı farsları. İran və Farsda, indi gələcəkdə bu, hələ Fars deyək, Farsların gələcəkdə torpaqları haralar ola bilər? Mən sizə deyirəm da, hələ bunların indiyə kimi tərif elədiyi, zorundan yerinə qoymağa çalışdıqları o İran qavramı, İran söyləmi, İran nəzm nizamı 30 illik Azərbaycan milli hərəkəti gör, qoftuman olaraq nə vəziyyəti salıb? Hələ bir yerdə deyil. Azərbaycan Milli Hərəkətinin nə bir dövlət ciddi açıq dəstəkləyir, nə siyasətlər tədvin olub. O cür çox da boş deyil, adam insafdan keçməyir. Düzdür. Məsələn, İsrailin parlamentında, İsrailin zaten parlamentında 100 neçə dənə millət vəkili var, 101-102. 34'ü gəldi, bura girək müstəqil olaraq. Yəni, qoftuman olaraq, bilirsiniz, İsraildə işim yox idi Qəzzədə cinayətlər olub, ayrı məsələ hər iki tərəfdən. Amma biz öz mənfəətlərimiz açısından da, öz açımızda öz mənfəətimiz, bəli. İsraildə hər hansı normal bir ölkədə dünya siyasətində. Onun parlamentında Güney Azərbaycanın məsələsinin mətrəh olması təsadüfi bir şey deyil, normal bir şey də deyil. Çox önəmli, yəni bu Azərbaycan Milli Hərəkətinin tam nə qədər mühüm rol olduğunu göstərir. Və həmçinin ən son Avropa Parlamentından Azərbaycanla ilgili verilən 4 ay bundan öncə, 4-5 ay verilən bəyanıyə və doğru yəni Güney məsələsinə çox doğru belə yanaşmışdı. Onlar istiqlal falan yox, amma məsələni qəşəng qoymuşlar yerinə. Bu müqavimətlər sınacaq. Həm daxildə, həm beynəllərlə, həm məntəqi. Sınacaq bu. İndi gəldim sizin sualınıza ki, Fars məsələsinə. Zaten Farslar, yəni bəzən görərsən, bəzi insanlar, bəzi millətlər gerçəyə qəbul eləyə bilməzlər. Hər nədəndən dolayı. Bəzən deyirlər ki, ağa, siz federalizmi, məsələn, kiminlə anlaşacaqsınız? Bu zaten sənin vücudunu qəbul eləmir. Tamam, bizə
Məsələn, mənim özümə deyənlər olur. Bəli, Bax, bəli. siz bu qədərmi naivsiniz da, tərcümə eləmirəm də. Bizdə deyirik ki, siyasətdə gerçəklər, yəni anlaşmalar da hər şey bir faktlər və gerçəklərin baskısı nəticəsində ortaya çıxar. Misal olaraq, Paşinyan indi, yəni belə deyək də, xiyaliləşmiş təxəyyüllərdə yaşayan bir milləti görün necə tədavi eləyir indi. Vazgeçin deyir, yekə Ermənistan falanından, bəhmanından biz rahat yaşamalıyıq. Əslində Paşinyan Erməni millətini tədavi eləyir. Niyə? Həman Paşinyan deyildi, gəlmişdi Qarabağda rəqs edirdi. Cənab İlham Əliyev deyirdi, yol çəkirdin. Nə oldu? Həman adam deyir ki, millətinə tövsiyə edir ki, biz barışda yaşamalıyıq. Ermənistan çizgidə, sınırları buradır. Hələ qorxur ki, onu da saxlayaq. Baxın, bəzən deyirlər ki, farslar, zaten bunlar biz də deyirik qəbul eləmirlər. Amma onlar xoşuna da qəbul eləmirlər. Məyər biz keyfimizdən İranda olan bu nəzmi, nizamı, fars dilinin rəsmiyyətini falanını xoşumuzdan bizim istədiyimiz əsasında mı olubdur? Nə bizim xoşumuzdan olub? Amma bizdən onların bir dənə fərqi var. Biz ədalətliyik, haqqımız istəyirik, başqasının haqqında əzmək istəmirik. Amma qarşımızda olan belə olmayıb. Biz niyə bulucuruq? Orada da bir dənə gerçək var, biz Türk'ük. Türk tarix boyu həmişə ədalətli olub. Yəni, Türk'ün xüsusiyyətlərindən biri də ədalətli olmasıdır. Yəni, bir insan əgər ədalətli deyilsə, sən onun Türk olmasında şəkk et. Mən deyirəm. İndi farslar, yəni İranın gələcəyini istərsə federal şəklində, istərsə ayrı-ayrı dövlətlər şəklində yalnız farslar, yalnız türklər təyin etməyəcək. O zaman bu hekayətlər, yəni əgər o cür olsaydı, bir koridoru, baxınız, Zəngəzur koridoru Azərbaycanla Ermənistan arasındadır. Niyə bunlar ikisi həll fəsil eləyənmirlər? Mən bunları bu Ermənistanın torpağı deyil. Azərbaycanla anlaşmalıdırlar. Niyə bütün dünya gücləri oradadır? Bir dənə 42 kilometr şey açılacaq. Düşün indi 35 milyonluq Azərbaycan. Yəni bu təsəvvürü bu ki, yalnız bizlə farsların arasında bu hesablaşmalar gedir mi? Doğru deyil axı. Gerçəyi yansıtmır bu. Amma gerçəkləri, haqlı gerçəkləri mən inanıram ki, Azərbaycanlılar İranda ən ədalətli aktor, ən səlahiyyətli aktor Azərbaycanlılardır. Və bunu tarix boyda sabit eləyirlər. O, bəzən də ifrat eləmişik ədalətlilikdə. O qədər ədalətli olmuşuq ki, öz əleyhimizə belə işləmişik. Amma bu farsların bir etnikdilər. Hər halükarda bir etnikdilər, bir millətdilər. Siz 100 il bundan qabaq gətirdiniz bunlara bir iş tapşırdınız ki, bunların zərfiyyətindən yuxarı idi. Və bunların neçə millətli bir ölkəni idarə etmə təcrübəsi yoxdur ki. Yəni, bir bəsit baxsaq da, yəni biz onlar onu qəbul edər, etməz. Yəni buna baxmamalıyıq. Biz gücümüzü artırmalıyıq ki, hər kəs məcbur olsun qəbul eləsin. İndi qeysaq mənim soruma. Dedik ki, İran farsların coğrafiyası. Bunu bu nəticədə deyirəm. Hətta federal da olsa. Türklər bir torpaq iddiaları var. Ərəblərin də, Bəluçların da, Türkmənlərin də, Qəşqailərin də, Lorların da, Ciyləşlərin də, Türklərin də, Mazənilərin də, bunların da torpaq iddiası var. Torpaq iddiası normalda mərkəzə tərəfdir. Yəni, Tiranına tərəf deyil. Mərzidən eşiyə çıxmır. İranın foru indiki mərzilərdən eşiyə çıxmır. İtəriyə tərəfdir. Mazənlərlə Ciyələkləri çox federal dövlət olma haqları olacağını düşünmürəm. Hala, onu istəmirəm. Sual verirəm buradır ki, farsların coğrafiyası nədir görürsünüz? O coğrafiya. İndi bunun içində şeyi də 100 ildə bu oğdaki var millətlərdə bu intiqam hissi var. Bunlar da olacaqdır. O birisi tərəfində
Geçen dəfə də bunu ərz eləmişdim. Farslar özünü coğrafi olaraq tərif eləməyiblər. Millət olaraq da tərif eləməyiblər. İndi bu faktorları nəzərə alaraq, məsələn, Kürdlərin özü həm millət olaraq, hətta Bəxtiyarilər özləri millət olaraq və torpaq olaraq tərif edirlər. Qəşqailə, Xorasan türkləri. Amma farslar tərif eləmirlər. Bunun üçün bunların coğrafisel, torpaqsal varlıqları necə görürsünüz gələcəkdə? Vaqiəsi budur ki, farslar bu məsələdə biraz da, hətta onlardan da bətər, biraz da bu erməni diasporasının və daşnaqların təsiri altında oluşmuş erməni millətinin durumundadırlar. Yəni, gerçəklərdən qopub, ayağının altını görmür. Ayağının altındakı yeri görmür. Bəzən necə bizdə də var, o ayağının altındakı yerini görməyən bizdə bəzi o çox az əlbəttə, belə çox millətçi də var. Buna deyirlər də. Erməni milləti necə ayağının altını görmürdü, vurdular təpəsinə görmək məcburiyyətində qaldı. Hələ ki, onların torpaqları vardı filan, amma deyirlər ki, haradan hara, Araratdan, haraya qədər, İrəvandan Ararata, belə bir şeylər. Farslar da deyir ki, mən üstün millətəm, nə coğrafiyası, zaten bunlar mənim içimdədir. Təcrübə nişan verib ki, hangi millətin hazırlığı yoxdur, zehnindən geçəyə gec qəbul edib. Ən çox mütəzərrif millət olar. Türkmənlər İraqda bir səbəbi də bu iki türkmənlər şikəst yedilər. Bunlar özlərinə vətən tərif eləmədilər. Çox gec. Yəni, demirəm, heç partiyası bir əsas da qalib olaraq eləmədilər. İndi mən Qaşqaylara da çox olan içində yaşadığım üçün həmişə yəni danışığımızda, görüşmələrimizdə, həmişə mən demişəm, gidinizdə vətən tərif eləyin. Vətən tərif eləyin. Coğrafiyaz bəlli olmasa, yanlış da olsa tərif eləyin. Amma çalışın ki, gerçəklər əsasında olsun. Çünki o da yanlışdır. Vətən tərif olunmasa, o şəraitdə öz millətinin zehnində vətəni bəlli olmayan millət ən çox mütəzərrif olur. Doğrudur. İndi ən son İran farsların ekonomisel gələcəyini necə görürsünüz? Yəni indi onlar hamısı tamam fabrikaları yığıblar mərkəzə, İsfahana, Simnana, Gəzdə, Kaşana, Şiraza. Tamam fabrikalar oradadır. Mən amarlara baxırdım, məsələn, Japon, Çin qədər, onlar qədər maşın karxanası var. Onlar qədər 10 məmləkət qədər, Asiyada olan 10 məmləkət qədər motosiklet karxanası var. Nə bilim, nəminə karxanası var. Haziri ev tikmək, haziri ev tikələr treni ilə daşıyırlar, buralar var. İndi bunlar sabahları nədir olacaq? Yəni ekonomisel olaraq nədir görürsünüz? Gerçəyi budur ki, farslar indi hansı coğrafiyanı özlərinə tərif elərlər, etməzlər. Nə qədər bu federal status sözlərinizi artıq gerçəyə qəbul edib, onu biz görəcəyik ki, hara gerçəkdən farsdır, hansı territorial. Amma bir gerçək ortada vardır ki, onlar ortada qalırlar, yəni coğrafiyaları. İndi nə şəkildə tərif eləsələr, İranın coğrafi olaraq mərkəzində olurlar. Dənizə yolları olmur filan, o qədər ciddi bir resursları yoxdur, yəni həm əkinçilik baxımından, həm də enerji baxımından. Su da müşkili vardır. Əgər federal dövlət yaranırsa, əlbəttə federal dövlət üçün ölkəni bütün gördüyü üçün, yəni o məsələlərə diqqət etməlidir ki, ölkə yəni mütəadil gəlişsin. Bütün ölkə. Yəni onda bir şansları var ki, rahat yaşayalım. Yəni əgər federal olmasalar, farsların müstəqil bir dövlət olma şansları da sual altındadır. Yəni müstəqil dövlət yaxşı irtibat olmalıdır dünya ilə, əvvəl çevrəsi ilə. Bir də resursları olmalıdır. Dünyaya irtibatı olmalıdır. Bu fabriklərə işarə elədir. Fabriklər, bəli, indi dəyərlidirlər. İndi fonksiyonaldılar. Amma fabriklər istər nizami yığınaqlar olsun, nizami sənaye olsun, istərsə sivil sənaye olsun, daha çox tədarükata bağlıdır. Yəni, əgər bir ən güclü sənaye
əskəri sənaye belə bir qismətə yığcınan, mühümmatı, planı, hər şey. Onun tədarükatın zənciri qırılsa, çünki daim təğziyə olunmalıdır. Məsələn, o fabriklərin bir çoxunun suyu ərəblərdən, lorlardan, oradan buradan gəlir. Enerji başqa yerdən gəlir. Ərziliyim xidmətçisə. Satmaq üçün ayrı bir yerlərə, yəni yollarından istifadə eləməlidir. Bu Güney Qafqazda koridorun nə qədər əhəmiyyətli olduğunu hər kəs görür. Yəni bir davanın üzərindən 33 ildir ermənilər tamamilə bir blokadedə yaşayırlar da, şans gətiriblər ki, Fars dövləti var. Onun üçün o fabriklərin, yəni əgər bir Suriyə modeli bir tırnıparç vəziyyət yaranacaqsa, ki mən şəxsən özüm arzu eləmirəm, o zaman yəni o nə qədər ehtimalı görürsünüz ki, Suriyə kimi dağılıq bir sistem orada olsun? Nə qədər ehtimal? Ahəngurazadan sonra bir şey olmuyor. Doğru. Diqqət eləyirsiniz. Amma Suriyə kimi bir vəziyyəti gerçəkçi baxsaq, İranın Suriyə olmamasının qabağını alacaq güc fəqət türklərdir. Türklər əgər aktiv, yəni mən deməm ki, sizin aktiv olsunlar, gücü gerçək əsasda sistem, indiki sistem və ya alternativ yaranacaq sistem, türklərin lokomotiv və lider konumunu zimni şəkildə qəbul eləməsələr, Suriyə şəkli olması çox möhtəməldir. Çox güzel. Təşəkkür edirəm. Bu bəhsi, İran bəhsini qutardıq. Keçirik federalizmə ki, sizin deyərlər, biraz daha buna çox təmayülünüz var. Sizin parti federalizmi necə tərif edir? İstifəli bəy, mənim yazılarım, fəaliyyətlərim, elmi fəaliyyətlərim və milli fəaliyyətlərimin çoxu amar tutsaz, yəni bu haqq tənsəlmiş siyasəti ki, yürüdürük. İndiyə kimi ki, karnaməmdə belə deyək də, 70 istiqlal olub 30 bu tərəfə çalışmışam. Bu bir gerçəkdir. Qanmıram da mən. Tamam. İndi federalizmi necə tərif edirsiniz? Əlbəttə üstə bir tərif elədiniz, amma tazaşdan bunu xülasə desəz. Federalizm, İstifəli bəy, əslində yəni müxtəlif baxışlardan baxmaq olar. Nə bilim, jeopolitik baxımdan baxmaq olur, coğrafiyayı baxımdan baxmaq olur. Amma əsas çox o karbordu baxımından hüquqi və siyasi olaraq önəmi, yəni ilk önəmi ondadır. Bir dənə state'in sağlarını tərifləyəndə dövlətləri bölürlər. Dövlətlər 3 halətdən xaric deyil. Dövlət ya bəsit dövlətdir, state, bəsit və ya unitar dövlətdir. Yəni hər şey mərkəzdən qanunverici, yargı, yürütmə, hər şey oradan, yəni qərarlar verilir, bütün stratejik bəhs şeylər, qərar, hər şey orada oluşur. Oradan dənə gəlir aşağıya, ölkənin nə tərəfinə. İki nümunəsi indi büyük İran dövləti. İkinci, bəzən görərsən ki, bu şəraitlər nəticəsində bu unitar dövlətlər bir sıra güzəştilərə gedərlər, belə deyək. Biraz onun qilizdətini şey edərlər, azaldarlar. Amma yenə də hakimiyyəti, haqları verməzlər, öz təkəllərində saxlarlar. Sadəcə idarə haqları verərlər. Necə? Məsələn, Suet kimi. Suet bir dənə unitar dövlətdir. Amma bu gəlibdir, biz necə Şəhristan var bizdə, Suetdə də ona deyərlər kommun. Kommunların, ixtiyarların çoxaldıqdır. Amma bir sıra o hakimiyyəti məsələləri kommunlara verməyib. Nədir? Yargı kommunun ixtiyarında deyil. Polis kommunun ixtiyarında deyil. Vergi idarələri mərkəzdən idarə olunur. Bunları saxlayıbdır. Və kommunların qanunquzarlıq haqqı yoxdur. Məclisdə təsvib olan qanun əsasında kommunlar müsəbbəbələri olar, amma məclisdən çıxan qanun dışına çıxanmazdır.
Bunlar da desantral dövlətlər sayılır. Desantral, qeyri-mütəmərkiz. İndi gəlib bir sıra qurumlar çıxıbdı. Nə bilim, Şurayı Təsmin, nə bilim, Qasım Şöləsi Adizat falan gəlirlər desantralizmdən. Biz ədəmi təmərkizdən. Yəni, onların hüququ olaraq ədəmi təmərkizdən mənisi budur. Yəni, çox ədalətli, çox demokrat olsa, onlar İsveç dövləti. Amma bu İsveç dövlətinin işinə yarayır. Niyə? İsveç dövlətinin %90'dan çox insanları İsveçlidirlər. Yəni, bunların belə bir problemi yoxdur ki. O, idarəçiliyi effektiv eləsin deyə o cür eləyibdir. Yəni, məsələn, bir dənə balaca 30 minlik bir dənə kommun, o özü qərar verir ki, neçə nəfər müəllim istihdam eləsin, eləməsin. Yəni, özü tam da o məsələlərdə özləri qərar verirlər. Amma onun qərar vermə yetkisini yenə məclis bir qanunla verib ona. Bu, ədəmi təmərküzçülər əslində budurlar. Bunun federalizmlə bir əlaqəsi yoxdur. Əlaqəsi yoxdur. Sonra gəldi federalizmə. Federalizm dövlətin, axı İranda bir çox şey qələt tərcümə ediblər, bilərəklər. Qavranımını dövlət tərcümə ediblər. Dövlət xatəmindən, ya nə dövləti? Bu qavranımıdır, hakimiyyətdir bu. Amma hakimiyyət deyən də bütün İranı nəzərdə, elə deyilmi? Doğru. Bu yanlışdır. Bəli. Bu məcbur olub biz həmişə tozih verək onu, məxsusən hüquqçular. İsteyiti oluşduran əsas o zatı rüknləri hakimiyyət haqlarıdır, hökumət etmə haqlarıdır. Onlar nədir? Qanunquzar məclis, qanunverici, yürütmə və qəzai bölümdə, qüvvə-i qəzaiyyə. Federal dövlətlərdə unitar dövlətlərin əksinə, tozihin verdik və ədəmi təmərküzünün əksinə, federal dövlətlər təpədən aşağı yox, eninə deyir ki, sistemi qanunquzarı mənim öz ixtiyarımdadır. Mən Azərbaycan federal dövləti olaraq mən özüm qanun təsvib eləyirəm ki, məsələn, oğurluq üçün deyək də, maşın oğurlusuna 2 il zindan verim, ya 5 il zindan verim. Amma ədəmi təmərküzdə bu mümkün deyil. Belə bir ixtiyarı yoxdur. Qüvvə-i qəzaiyyə, özünün qüvvə-i qəzaiyyəsi var. Özünün qüvvə-i müqənnənəsi var və özünün qüvvə-i icraiyyəsi var. Heyəti dövləti var. Yoxdur. Və dadgahları da o bədvi dadgahlardan tutdu, təcrid nəzər və divan alisi var özünün. Yəni, rəylər Azərbaycan federal dövlətinin içində Azərbaycanda qətiyyət tapır. Bunun ayrı bir yerə getməyə heç ehtiyacı yoxdur. Ayrı yerində haqqı yoxdur dəxalət eləyək. Nə bilim, mən paytaxtda oturmuşam, falan eləm. Məsələn, mən eydama qarşıyam, deyək ki, sən eydam hökm verilir. Hər də bir nəfərə eydam hökm veriblər. Bu gedib təcrid nəzərdən də təsdiqlənib, gedir də divana. Bunun divanı Azərbaycan üçün Tehranla əlaqəsi, deyək ki, Tehranda, yəni mərkəzlə əlaqəsi yoxdur. Yəni, tamamilə hakimiyyət haqqı bölünür dövlətlərin arasında. Bu da buradan. Pəs, o zaman bu mərkəz, yəni müştərək o institut nə üçündür? Müştərək institut o bir sıra haqları təmsil edir, amma əslində o müştərək institut deyil ki, federal dövlətlərə haqq verir təpədən. Federal dövlətlərdir ki, ona haqq verir, səlahiyyət verir. O səlahiyyətin federal dövlətdən alır. Məsələn, Azərbaycan federal dövlətindən, Bəluçistan federal dövlətindən, Tehranda deyək ki, paytaxtda Tehran qalsa, nə bilim, bir yer qalsa, orada oturan o müştərək federal dövlət o səlahiyyəti buna vermir. Bəlkə səlahiyyətin ondan alır. Diqqət edirsiniz. Sonra ona görədir ki, federal sistemlərin müxtəlif ölkələrdə müxtəlif biraz təfavütləri var. Amma əsli prinsip budur ki, difai sistem, yəni ölkənin hamısını qorumaq üçün
o müştərək institutun kontrolunda olur. Müştərək institutlarda bu 3 dənə tərkibi nəzir bəlli olur. Məmulən 2 dənə parlament olar. Bir parlament ki, cəmiyyəti təmsil edirlər. Azərbaycan cəmiyyəti çoxdur, daha çox alt məclisdə nümayəndəsi olacaq. Bir də Sina məclisi olar ki, müştərək bir iyalətin, cəmiyyətinin böyüklüyünün, gücünün asılı olmayaraq müsavi şəkildə ora senator, nümayəndə yollayır. Eyni o şəkildə federal məhkəmə də yaranır ki, əgər iki federal arasında bir ixtilaf var. Məsələn, bir yerdən keçir, nə bilim deyir, bu yol keçir, deyir, bu mənim teritoriyamdandır. O bir mənim qonşu federal, bura girmək üçün bu əvarızı verməlidir. Bu qədər verməlidir. Və ya orada bir cinayət olub, mənim səlahiyyətimdir, sənin səlahiyyətində deyil. Bu kimi hər halda iki federal dövlət arasında olan ixtilaf və federal və mərkəzi federal sistemi ilə arasında olan ixtilaflara o məhkəmə yetişir. O məhkəmənin də tərkibi yenə bu federal dövlətlərin ora qoyduğu qazilərdir. O birisi şeylərdə eynən o cürdür. Əlbəttə, bəzi dövlətlərdə rəngiləri, keyfiyyətləri fərqli. Məsələn, Belçikdəki olan federalla əsli prinsip budur, hüquq əsası da. Əsli prinsip budur. Amma təbii ki, Belçikin federalizmi ilə Almanınkində çox ciddi fərqlər var. Amerikanınki ilə daha çox fərqlər var. Kanadakı ilə daha çox fərqlər var. Bizimkinə uyan daha çox Belçikinki. Çünki ama orada biraz uzun oldu. Bu kısa bir tarif versek necə? Qısa tərif olmaz. Bu qısa tərif olacaq bir şey deyil. Tamam. Bu çarcavabı bir şey deyil. O bir nəfər vardı, dedi, danışır. Belə, dedi ki, biz biraz sadə deyil, qardaş, mən belə zəhmət çəkmişəm, belə də. Biraz da sən zəhmət çəkmişsən. 15 dəqiqə çəkildi bu məsələ. Yox, 15 dəqiqə çəkildi. Bunu sən bir dəqiqədə xülasə edə bilərsiniz. Bizdə eşidənləri deyirəm ki, mən ancaq bu qədər deyə bilirəm. Əslən bəsit eləmək olur. Tamam. İranda federalizm ola bilərmi? Düşüncə olaraq insanların düşüncəsinə baxalaq. Əlbəttə olar. Bir şey məcbur olar. Məcburiyyət. Məcburiyyətdən olar. Tamam. Baxın bir millət ki, Cumhur İslamı təhəmmül eləyib ha. Məcbur olub da. Deyil mi? Təhəmmül elər. Hər şey qəbul elər. Heç orada qalar. Doğru. Doğru. Hangi federalizmdən söz gedir İranda? Hangi federal? Yəni sizin istəyiniz. Əlbəttə siz federalizmi dediniz ki, bu tür bir federalizm. Mən dediyim federal o prinsiplər əsasındadır. Mən dediyim federal çünki keçmiş təcrübələr, acı təcrübələrimiz var. Biz biraz daha çox Azərbaycana qarantist deyirik. Nədir? Bizim federalımızda Azərbaycanın eynən Skotland kimi mütləq milli tim olmalıdır. Timləri milli olmalıdır özünün. Məsələn, Britaniyanın bir milli Britaniyanı təmsil edən tim var, bilirsiniz də ona. Yox, amma futbolçu olmadığım için. Ben futbolçu olmadığım için. Biz hüququ baxın, axı bizim bir də dərsimiz vardır, vərziş hüququ. Bəli. Biz keçmiş təcrübələrə dayanaraq hər hansı bir garanti üçün federal dövləti, Azərbaycan federal dövlətini qorumaq üçün düzdür, bütün mərziləri, bütün hududları, indi o isteytin adına olacaq ayrı məsələ. Biz İranın adında da bəhsimiz var axı. Bəli. Bəlkə İranın adı əgər federal olursa o zaman, nə bilim, Batı Asiya daha uyğun olar, coğrafiya adı. Çox belə şey bilir. Yəni, İranın o bəhsində kəs onu orada deyildik. İranın adı ilə müxalifsiniz bu adına, bu addan. Mən İran adı ilə belə müxalifəm. Yəni, bunu mən millətlərin, əgər bir neçə millət bir ölkədə yaşayacaqsa, bu İran adı ilə olmaz. Zaten çox da sabiqəsi yoxdur. Zorla, yəni bir dənə ayinamə ilə olubdur bu. Olmaz bu. Tamam. Yəni orada da o da federal anlaşmanın içində gəlməlidir. Biz belə düşünürük.
Çünki bütün o şübhələr getməlidir. Ki orada yaşayan insanlar, bizim bir də bir müştərək institutlarımız olacaq. Bizim əskərlər gedəcək, o bütün o isteyiti qorusun. Onun qorunması üçün bu ölkənin adından tutduğu hər şeyini mənimsəməlidir da, ki qoruya bilsin. İran adı ilə Azərbaycan əskəri bu vəziyyət ki, bu fəzahət ki bunlar çıxardıblar, Azərbaycan əskəri onun mənimsəməsində çox zorluq çəkər. Salih bəy, Kanadada bu qərələrə yadınızdadır da, bir Amerikada bir qərəni polis öldürdü. Orada hərəkət çıxdı. Çox böyük bir Avropada, Kanadada. Amerikada deyil, Kanadadan bilmirəm. Amerikada öldürdülər, amma hərəkət, bir cərəyan çıxdı, Kanadada çox böyüdü. Çox. Və bu siyasətləri değiştirdi. Hələ də var, değiştirir. Bir tane adam var burada tarixində, adı Dandasdır. Və çoxlu xiyabanların, şəhərlərin, meydanların adı Dandasdır. Önəmli yerlərin adı Dandasdır. Bu adam bərdə alıb satırmış, qərələri alıb satırmış. Ya onun dövrəsində qanun geçiblər, qərələri alıb satmağa. Bərdədarmış da, bərdədar, isteğmalçı və bərdədarmış. Gəldilər, çünki bu adamın tarixdə yaxşı adı yoxdur, xatirə, bizə pis xatirədir, gerək bu hər yerdə dəyişir. İndi Torontodan başlayıblar, tamamen hər yerdə ki. Bu olayı elə Floyd'un olaylarının silsilə nəticəsində Belçikdə də eynən o cürünün birinin mücəssəməsini kullanan millət yıxdı və o adı da oradan götürdü şəhər şurası. Bəli. Yəni istəyirəm deyəm ki, o siz buyurun şahid gətirirəm. Əgər bir millətin yaxşı xatirəsi yoxdur, və yaxşı xatirəsi yoxdur bir millətlərin, bir şeydən, bir addan, bir vəziyyətdən, bir sistemdən, onun hər şeyi getməlidir, şəkər olunsa geçsin. Baxın, bir adı gətiriblər, İran adında bir adı, əslən, tamamilə bunu irqçılıq elə bu barutu ilə doldurublar. İran səsi gələndə tam faşizm səsidir bu. Əslən, bu kodları ki yaradıblar, hətta beynəlləri səviyyədə keçib. Məsələn, Obama danışanda başlayır deyir ki, ancient civilization. Bunlar bilirsən, bunlar irqçılıq kodlarıdır. Bunlar da götürülməlidir. Siz nə deyirəm? Əgər qərarlıdır bir ölkə olaraq yaşayaq, onda deyək ki, biz bunları adı götürürük, İran adı qoyuruq, olmaz ki bu, Qacar qoyuruq, nə bilim, Səlcuq qoyuruq filan. Bizdən sonra ayrı millətlər də var. İndi bu İran ariyaçılıq, İran sözü ariyaçılıq və farsçılığı təmsil edir. Və irqçılıq fonksiyonu da olub, özəlliklə bu 100 ildə. İrqçı adı və irqçı simbol olaraq bu silinməlidir. Və yerinə neytral, hamının qəbul edə biləcəyi bir ad gəlir. Məsələn, mənim bölümünə gəldi, indi dostluq məmləkəti, məsələn. Yox, məmulən belə şeylər götürəndə tərcihlər daha çox coğrafi adından olub. Siz fikirləyirsiniz, South Afrika, Güney Afrikanın adını niyə South Afrika qoyublar? Şerxət datıblar. Yox, niyə məsələn Libi deyiblər, ya niyə Türkiyə deyiblər, ya niyə o cür deyil də, yəni. Hər ölkə üçün özünün kuralları var, özünün şeyləri var. Demək ki, Güney Afrikada, mən dəqiq bilmirəm, amma hətta Türkiyənin özündə bir zamanlar bəhs olub ki, Türküdüzaldan biraz qabaq ya, sonra o bəhslər gedib bizdə. Sonra qabağını alıblar ki, əslən Türkiyənin adını qoyaq Anadolu. Bəli. Bizim Azərbaycanımızın adı, biz demirik ki, ölkəmizin adı Türk, Fars, Ərəb. Azərbaycan. Bu coğrafiya adıdır və bizim hüviyyətimizlə eyniləşibdir. Çünki Azərbaycan içində ayrı etniklər də var, ayrı qovumlar da var, filanlar da var. Yəni, ya tarixdən gəlmiş belə bir şey ola, ya da ki, olmasa icad eləməsin. Anlaşmadır da, madəm hakimiyyət özü, dövlətlər özü bir anlaşmanın, ictimai anlaşmanın, anayasa nədir? Anayasa bir dənə anlaşmadır, qərarca. Məsələn, deyirəm, yəni, baxıram, görürəm ki, Şeyx Məhəmməd Xiyabanı deyir freedom, azadlıq
Şeyh Belə bu Məhəmməd Xiyabanı onda biraz öz o futbol coşu İslam məsələsi Gəncləri Dövlətin öz adını darvazamıza gol vurmuşdu. Çünki Şeyh Məhəmməd Xiyabanı təbii ki. Türkçülükdə bilmirdi o. Yəni sıfır Yox, idi o məsələ. bunu bilmirdi. Amma elə ona görə deyirəm. Məsələn, yəni hər halda bundan keçək. Sizin federalizmdən, yəni federalizmlərin sayınızda siz indi harandır? Mənim qəbul edə biləcəyim federalizm və onu da yəni daha zərərsiz görürəm, daha əlverişli görürəm. Amma təkcə tərcihim də deyil. Tərif elədiyim federalizm və anlaşma əsasında federalizm hər kəsinə təbizsiz hər şey anlaşılaraq ölkənin adından tutduğu hər şeyinə qədər. Belə bir federalizm. Yəni prinsip olaraq bu. Amma əməli olaraq necə federalizm olacaq? İlk öncə biz öz işimizə baxarıq. Yəni bizim Güney Azərbaycan dövləti indi bu ya federal hal alacaq, ya müstəqillik hal alacaq. Fərq eləmir bunların ikisində də. Bizim ərazi bütövlüyümüz fərq eləməz. Federal olsun ya müstəqil olsun. Çünki federal sistemində territoriyalar gətirib aralarında mərz çəkməzlər, amma bəlli olmalı, dəqiq tərif olunmalı, yazılmalıdır. Çünki o federalın qanununa hakim. Düşünün, məsələn, Amerikada, New York'da biri adam öldürsə, onu edam eləmirlər. Amma, bilməm, Colorado hansında edam olsa, edamı var. Orada da tərif olub olan anayasasında ki, məsələn, Colorado dəqiq, misal olaraq deyirəm, mən Amerikanın dəqiq... 4 dənə iyalətdə mən də bildiyim edam var. Bəli, orada bu federalda 1 santı bu tərəfə gəlsə, bu adamın edamı var, bu tərəfə gəlsə yox. Ona görə dəqiq olmalıdır. Yəni bu istiqlalla federallasın çox fərqlənmir o territorial integriti. Bizim tərif elədiyimiz Azərbaycan ilk tozih verdim də Güney Azərbaycan. Biz Tehranı da Güney Azərbaycan içində görürük. O Qacar zamanının, yəni məşrutiyyətin sonlarından ki, onda iyalət, Azərbaycan iyaləti hara idi və harda kompakt şəkildə türklər çoğunluqda yaşayırdılar və oralar biz Azərbaycan bilirik, Güney Azərbaycan. Təbii, bir dənə də Qaşqaristan bilirik, hududunu mən deyə bilmərəm, federal Qaşqaristan. Çünki mübarizə eləyiblər tarix boyu. Çoxlu həzinələr veriblər. Bəluçistan, bunlar da yəni çox niyyətləri çox ciddidir, mübarizə eləyirlər və Əhvaz, onun da territoriyası nəcürdür falan, təbii onun şeyi vardır, rəqibləri var, müxalifləri var falan öz aralarında, amma buna girmək olar. Sonra Kürdlərinki məsələlərində, təbii hər halükarda biri də onlarınki olacaq. Amma Şimala gəldiyində bəlkə bir müsamihə ilə Güləklər mübarizə eləyiblər bir məqtərdə, bilirsiniz o Mirzə Qulçik xan falan. Əlbəttə onun da əngizəsi giləkçilik deyildi. O daha bir başqa şey. Nə şəkildə cürləyib, hətta bizim Xiyabanın yaratdığı sistemdən daha çox zəif, daha çox müvəqqəti. Amma indi mən giləklərin, şimalların içində o qədər də ciddi bir dövlət qurma istəyi görmürəm. Türkmənlər İnqilabdan sonra böyük xəzinə verib, amma məsələn giləklərin içində heç bir hərəkət olmayıb, Mazəndaranların içində bir hərəkət olmayıb. Yəni çox ciddi bir istək görmürük onlarda biz. Amma onların hərəsini bir iyalət eləmək olar, olmaz. Azərbaycanın içində tutmaq olar, bilmirəm onu, mən indi bir nüsxəm yoxdur. Amma bəlli olan müşəxəs bu 4-5 dənə müşəxəsdir. Başlarda indi görək ki, Oza, Bəhval, gedişat onları hara gətirib çıxadacaq. Yəni, böyük çalışlardan budur da. Bu fərq eləməz. Bu həm federalizmin çalışıdır, həm istiqlalın çalışıdır. Doğru. Sizin istəyinizdə federalizmin müşəxəsələri, əlbəttə deyirsiniz, amma xülasə desəz bunu daha yaxşılar, zehnidə qalsın. Bu sualınızdan sonra mən mobilimi dəyişdirməliyəm. Çünki şarjı azalır. Tamam. Buyurun. Arz elədim ki, sizin istəklərinizə görə federalizmin müşəxəsələri nədir? Onu qalsın, o birisi şeydə deyil. Tamam. Yəni, telefonu əvəz edin. Tamam. Əziz və hürmətli dostlar, xoş gördük sizi. Görürəm, gəlirsiniz, gedirsiniz, salam yollayırsınız. İnsafər bəy, görüm, yəni bunu kəsmədən ona girmək olur ya, yox, bir dəqiqə. Tamam, eləyə bilsiniz də gəl, yaxşı olar.
Dostlar, biz bu programda Salih Bəy Kamirani cənabları ilə Azərbaycan Mərkəz Parti lideridir. Çalışırıq ki, sorulara cavab alaq, siyasi sorulara, düşüncə sorularına cavab alaq. Bu sorular 500'e yaxın sualdır var. Və bu hududən 35-40 saatda belə ala bilər ki, buna cavab verilsin. Bu günləri 3-cü gündür ki, bu parti, yəni Azərbaycan Mərkəz Partisi sorulara cavab verir. Biraz da yaxşı gəlmişik buradan. Bundan belə ki, bir gündə vəsətdə ortada gələ bilmədik, amma üstə suallara biraz cavab verilibdir. Umarım ki, eləyə bilək gələn 2 gündə, yəni bugün Doşənbədir, Şənbə ilə Çərşənbə də biz burada olacağıq, sorulara cavab almağa çalışacağıq. Görək nə cür olacaqdır. Umarım ki, eləyə bilək, bunu həll eləyək. Yol. Dostlar, burada ciddi suallar gedir. Yəni 500 sual. Və bu 500 sual İran tarixində partilərdən soruşmayıb bu qədər sual. Dostlardan biri mənə zəng eləmişdi, lütfünən, çox böyük lütfünən. Deyirdi ki, bir dənə xanım bu təhqiqi aparıbdır 1364 zamanlarında və şeydən çıxardıbdır, yəni neçə hizbidən soruşubdur, amma 50 sualını. O halda ki, bu o deyil. Burada 500 sual gedir və müxtəlif sahələrdə gedir. Bəzən təkrar olur. Məsələn, federalizmin içində bir suallar gəlir, istiqlalda da gəlir, İran çərçivəsində də gəlir. Amma hərəsində bir açıdan baxılır. Yəni, elə ki, hərəsi bir parti istir o zaviyədən fəqət cavab verilsin. Çünki o sualı, bilirsiniz, yəni toplumsal bir məsələ mənşurdur. Mənşur dediyimiz, yəni, məsələn, o şeylər vardır, Lusterin şüşələri ki, hər tərəfdən baxırsınız, görsəniz. Bu da hər tərəfdən fərqli baxırsınız, fərqli görsəniz. Bu o tür bir şeydir. Biz çalışırıq ki, bu bir dana soruya, məsələn, 10 yerdə ona cavab axtarmaq axtarırıq. 10 dana atmosferdə deyək, 10 dana kontekstdə, 10 cürə mövzunun içində bir dana sualı analiz edirik. Çünki görək ki, bu adamların düşüncələri nədir? Düşüncə sabitdir, yoxsa kontekst dəyişəndə o da dəyişir. Və bunu da görürük. Yəni, çox diqqətli olmalıyıq buna görə. Azərbaycanın 11-12 Azərbaycanda və Qəşqai partilərdən dəvət eləmişik, gəlsinlər. Çox hamısına da təşəkkür edirik. Bilmirəm, bəlkə mənim, burada hərəkət eləmirmiş, deyirəm axı. Mən heç burada görmüşdüm. Deyirdim ki, nə acaba bu adamlar elə Salih bəy orada durubdur. Əslən görmürdüm ki, burada adamlar gəlirlər, gedirlər, yaxşı birdən vurdum. Salih bəy gəlir, mən görmərəm. Tamam. İndi umarım inşallah hər nə olsa düzəlsin. Biz bu otağı açanda, yəni düşüncə otağı adın, bunlar düşüncə bağı deyək. Çünki otaq bir zindan kimi bir yerdir. Amma biz bağ deyəndə bir gülüstanı düşünürük. Fərqli güllər bir-birləri ilə yaşırlar. Və bir-birini öldürməyə çalışmırlar. Salih bəy təşrif gətirdi. Mən dəvət edeyim, təşrif etsinlər. Biz bu düşüncə bağı açdıq, soruları ortaya qoyduq, dəvət elədik. Sağ olsunlar, partilərimiz gözəl cavab verdilər, gəlməyə hazır oldular. Bu görünən, salam əleykum, xoş gəldiniz, təşəkkür edirəm. Görünən budur ki, var olun. Səsin biraz zəifdir amma. Biraz danışın, lütfən. Səs gəlir indi. Necədir? Zəifdir. Məncə biraz zəifdir. Əgər eləyə bilsəz. İstərsiniz bir də keçişdən girim. Çıxın lütfən. Hə, bir də çıxın. Partilər qoşuldular bu məsələyə. Qoşulmaq istədilər. Buradan 4-cü parti ilə danışırıq. Növbət üzərə getdiyimiz. Amma bir parti ortada gəlmədi. Bir hizb ortada gəlmədi. Ən başda gələn Güney Azərbaycan İstiqlal Partisinin lideri Salih bəy İldırım cənabları təşrif gətirdilər. 6 cələsə huzuru, ondan sonra da 6-7 cələsədə qeyri-huzuri olaraq sorulara cavab verdilər, göndərdilər. Və biz bunları əxlaq nömrəsində veririk. Əxlaq deməyək, mən əxlaq deməyim. Nə qədər insanlara hörmət qoyurlar, nə qədər özünü açır, nə qədər istəyir özcüyə daş atar. Bu
burada biz çalışırıq ki, heç kəsə daş atmasın. Heç kəsə pis söz deməsin. Hər kəsə özünü açıqlasın. Özü ilə nə işin ki, o necə düşünür. Sən öz düşüncəni açsın. Bunun əsasında nümunə veririk. Əxlaq deməyək bunu. Bir siyasi davranışı qəzavət edirik əslində. Və buradan Güney Azərbaycan İstiqlal Partisi 5 dəfə milli ərdəmli rütbəsi qazandı. Bir dəfə ən ərdəmli rütbə. Mənfi rütbə əslən qazanmadı. Bu çox gözəl. Güney Azərbaycan Demokratik Türk Təşkilatlar Birliyi ya Türk Birliyi Təşkilatı üzrə lideri Sayın Əjdər bəy Təngizadə cənabları amma gəlmədilər. Buna görə ki, söz vermişlər. Gəlmədilər 6 gün və hər 6 gündə mütəəssifanə hər gün 10 mənfi aldılar. 60 mənfi ilə. Amma yenə də onlara söz göndərirəm, mesaj göndərirəm, yazı göndərirəm, xahiş edirəm gəlsinlər və bu nümunələr aradan geçsin. Bir böyük təşkilat da hər halda biz istəmirik ki, onlarda mənfi qalsın. Üçüncü təşkilat Azərbaycan Demokrat Partisi tərəfindən Yunus bəy Şamili cənabları gəldi və federalizmi difa elədi. Əvvəldəki Güney Azərbaycan İstiqlal Partisi İstiqlalı difa edirdi, İstiqlaldan danışdı, çox da ciddi. İkinci parti də İstiqlalçı da amma gəlmədi. Gəlsə görək nədir, yəni əslində beləsi qoyaq qalsın, gələndə özləri deyərlər. Yunus bəy Şamilinin partiləri, yəni Azərbaycan Demokratik Parti, Demokrat Parti, bu da mərkəz partidir, federalist partidir. Və dördüncü parti ki, bu günləri bir neçə gündür danışırıq, bu günlər üçüncü, dördüncü gündür danışırıq. Salamlar, saygılar dostlar, var olun. Azərbaycan Mərkəz Partisidir. Bu Mərkəz Parti Salih Kamrani cənablarının başlığı ilə devam edir. Özlərində bir cibhə yaradıblar, 4-5 partidən ibarət, 5 partidən ibarət bir cibhə yaradıblar, bir birlik mərkəzi yaradıblar, devam edirlər. Bunlar həm istiqlalçılar, həm federalçılar. Niyə? Çünki haqqı təyini sərnevişdə inanırlar və deyirlər ki, hangisi ən uyğun olursa, ən rahat ələ gəlirsə, ən hızlı ələ gəlirsə, ən az xərclə, həzinə ilə ara gəlirsə, onu millətimiz dəstəklirsə, ondan gedirik. Bu da bir yoldur, siyasi yoldur. Bunlar da bu günlə 4-cü gündür ki, bunların bölümündə yox, yəni bu partinin bölümündə yox. 2 gün əvvəldə ki, gəliblər, vəsətdə bir gün gəlməyiblər, dünən gəlmədilər. 2 gün əvvəldə milli ərdəmli unvanın, nişanını məndən alıblar. Bu gün vəsətdə bir orta tətildir o heç. İndi ondan sonra qalır, bu gündən 3 günləri qalır. Əlbəttə bu gündə üst-üstə 1 saat ya təqribən 1 saat, 1 saat yarım vaxtımız vardı. Bəhs edək. Umarım ki, federal bəhsində qutarırıq. Ondan sonra o birisi bəhsində birini qutarırıq. Mən bunu bir baxım görüm ki, hara yetişmişik. Federal bəhsində sonra vətən bəhsində umarım ki, bu 2 dananı qutarırıq. Əlbəttə, sonra vətəndaşlıq bəhsi, hüquqi bəhsidir. Məncə ciddi bəhslər olacaqdır. Çox ciddi bəhslər olacaq burada. Görək Salih bəy təşrif gətirdi ya yox, hələ fiilən gəlməyiblər. Əgər gəlsə Salih bəy, lütfən bir salam yazın ki, mən görüb baxıram, amma bəzən gözümdən keçə bilər. Beləliklə, dostlar, gələn cumadan isə, yəni üzümüzə gələn cuma, Eldar bəy Qaradağlı cənabları gələcəkdir. Güney Azərbaycan Qurtuluş Hərəkatı təşkilatı indilikdə adlarını dəyişdiriblər. Onun indi şeylərini hazırlayırlar, hizbə çeviriblər, təşkilatdan çıxadıblar və hərəkatdan çıxadıblar, təşkilat hizb eləyiblər. Amma gələcək cumadan bunların siyasətləri ilə tanış olacağıq, özlərinin düşüncələri ilə tanış olacağıq. Dediyim kimi dostlar, sizlər burada sorular soruşursunuz, Salih bəy təşrif gətirdi, çox sağ olun, təşəkkürlər, mən cənabınızı dəvət edeyim. Çoxlu sorular var, sizlərin sorularınızı da görürəm. Bugün istisnaən deyirdim, niyə soru soran yoxdur, yazan yoxdur. Bundan dolayı ki, mən təəssüflə sizləri görmürmüşəm, sabit durulmuş. Mən bunu bir üstə çəkməliymişəm ki, hərəkətə düşsün. Salih bəy, yine xoş gəldiniz, təşəkkür edirəm. Şey eləyə bildik, biraz məsələn, biraz tez toparlayabilsək yaxşı olar. Əziz çalışaq, 1 saata qutarırıq. 1 saatdan tez eləyə bildik, sonki toplantılarda şey elədik, cübran elədik. Mən
gözüm üstə çalışdım ki, heç olmasa bu çalışaq. Bəlkə elə federal bölümündən sonra qutarırıq. Bugün gedərik, tamam. Biraz da siz qalıb sizin cavab verməyiniz. Sizin cavabınız bu federal bölümü 25 sorudur. Amma siz burada edə bilərsiniz ki, biraz qısa danışsanız təbii ki, çoxu da təkrar olub qabaqcan. Yəni vazih. Ona görə. Sizin istəyiniz federalizmin müşəxxəsələri, müməyyizələri nədir? Bəli, bizim yəni çizdiyimiz federal odur ki, yalnız Azərbaycan yox, bəlkə o millətlər ki, millətlik xüsusiyyətləri vardı, elə bir istəklər də vardı, onlarla bərabər federal dövlət qurula ki, mərkəzi hakimiyyət təqsim ola gücü, artıq mərkəzi hakimiyyət gəlib bu federal dövlətləri bastırma gücü olmuyor. Yəni bizim üçün xüsusiyyətlərinin biri budur. İkincisi, önəmli xüsusiyyətlərindən hər türlü bir federal yox. Yəni müşəxxəs bir federal modelini biz ortaya qoyuruq. Bizim üçün yəni aşağı yuxarı əlbəttə Azərbaycan xüsusiyyətlərindən qataraq bizim savundığımız federal model daha çox Belçik modelinə yeyir. Amerika modelinə, Alman modelinə, federalizmi ustanı falan bunlar hamısı allatmaca görürük. Bu olan bir şey deyil. Burada Azərbaycan milli hakimiyyəti qorunmur. Yəni önəmli xüsusiyyətlərindən biri bu ikincisi ki onu saydım. Üçüncü xüsusiyyət ki biz bizim yəni federal modelində mütləq və mütləq türk dilinin Azərbaycan, Güney Azərbaycan federal dövlətində yalnız bir dil rəsmiyyət olacaq. O birisi dillər onun yanında əgər yetərincə şeyi varsa, danışanı varsa, istəyi varsa, onun yanında yəni imkanlardan istifadə edə bilər. Amma rəsmi dil sadəcə Azərbaycan türkçəsi olur. Dördüncü xüsusiyyət budur ki, biz bəzi xarici, yəni düzdür federal dövlətlərində xarici siyasət mərkəzi, yəni institutun əlində olar. Amma biz bəzi imtiyazlar Azərbaycan üçün istəyirik. O da nədir? Türk dünyası ilə bizim olan, məxsusən Azərbaycan və Türkiyə ilə olan irtibatımız, yəni özəlliklə ticari və kültürel məsələlərdə Güney Azərbaycan federal dövlətinin özünün səfirliklərinin olması. Məsələn, şey kimi, Tataristanın belə var da indi, Tataristan Rusiyanın içində belə bu şeyləri var, imtiyazları var. Bir də ki, Azərbaycanlı olmaq bizim üçün önəmli olduğu üçün Azərbaycanın özünün öz adına, milli timi, ondan qalanda elə federal sistemlərində nə cür kural qayda nədirsə aşağı yuxarı elə bir federalizm. Sağ olun, təşəkkürlər. Və ən önəmli, amma ən önəmli bizim federalizmimizin fərqi abisi federalçılardan budur. Biz anayasada, həm Azərbaycanın öz anayasasında, həm o müştərək anayasada mütləq və mütləq öz müqəddəratını haqqını təyin etmə gərək orada qarantı altına alınan. Və əgər millət o anayasada yazılan haqları təmin olunmasa, azad eləyə bilər ki, müraciət eləsin. Acaba sizin federalizmdə ordu olacaqdır ki, məsələn, bir mövqe mərkəz istədi, gələ, basa gedə. Daxili qoşun. Nə cür bir də buyurun? Daxili qoşun. Tamam. İndi sual. Federalizm indi əlverişli mi? İndiki bu şəraitdə yox. İranın bu qədər rejimin güclülüyünə yox. Elə bir güc balansı yoxdur rejimi məcbur eləyəsən, illa və billah, indi sən federalizmə keçməlisən. Amma bizim
ötəqdir ki, bu rejimdə olacaq işlər mümkün deyil. Yəni, rejimdə hətmən gərək rejim dəyişikliyi ola. Yoxsa bu sistemi hökuməti ilə federalizm səhillidir. Heç, nə bilim, o desentralizm də mümkün deyil. İranda özlərini üstün görən və qüdrəti əldə tutan farslar və farsçılıq federalizmə necə yanaşır? Onlar federalizmə bir çox açıq müxalifdirlər, səltənətçilər kimi. Müxalif ki, nərz edeyim, düşmandırlar. Hətta federalizmlə düşmandırlar. Ondan sonra bir sıra ayrı mərkəziyyətçilər var. Onlar da çox sərahətlə federalizm ortaya qoymurlar. Yəni, ədəmi təmərküz altında gizlədirlər məsələni və özlərini çox zirəh sayırlar. Fikirlər ki, biz bilmirik ki, ədəmi təmərküz nəyə deyər. Üçüncü tip federalçılar var. Federalın adını gətirirlər, amma için boşaldırlar. Nə ilə? Nə bilim, ustani federalizm, qovmi, qeyri-etniki federalizm. Məsələn, Ay Şərif Mədarı. Elə federalizmdən. Bu da mənisi yoxdur. Anlaşılır da, yəni siyasət və hüquq literaturunda bunun mənisi yoxdur, yəni kökü yoxdur. Mən şəxsən anlamıram bu nə deyir. Bir də bizim federalizmimizdə bizim müəyyən federalizmə baxışımız Azərbaycan mərkəzli federalizmidir. İran mərkəzli deyil. Yəni düzü də budur. Federalizmi də mərkəzdən gəlməzlər bu tərəfə. Bu tərəfdən gedərlər o tərəfə. Yəni dibdən gedərlər. Ona görə olar ki, İranı əsas tuturlar və İran bölünməsin deyə federalizmə keçək, ola bilər nəticə eyni olar. Amma baxış fərqimiz var da. Ona görə bizə intiqad olunan bizim yəni haqq tənsəlmişin içində olan bir şaxəsidir, bir alternativdə federal olduğu üçün və biz bunu müdafiə edədiyimiz üçün bizə İrancı deyən, zaten dedik biz İranın mahiyyəti dəyişməlidir. Bizi yəni İrançılıqla vuranların sözləri təxribatın ötəsinə keçmir. Niyə keçmir? İki haləti var. Əgər bilirlərsə biz necə düşünürük, bilirlər ki, biz necə federalizm deyirik. Artıq onu gəlib İrançılığa yozmaq, bu, nə bilim, əziyyət eləmək deyil, hər nə adını qoysan qoy. Yox, bilməyərək deyirlərsə, o zaman bilgilənmələr lazım. Mən bir sual soruşacaqdım, bu da farsçılığın cürbəcür qanadları var və hər qanadın özünün düşüncəsi var. Bunların düşüncələri, yəni bu fars İrançılıq, fars mehvərli, İran mehvərli düşüncələrin federalizmə və yanaşmalarını necə görürsünüz? İran şəhri cəryanı ki, kökündən qəbul eləmir. Bıraq yəni federalizmi, əslən qeyri-fars olduğunu qəbul eləmir. Zaten biz Azəri deyirlər. Ərəblərə ərəb zəban deyirlər. Kürdləri ən əsl İranlı deyil. Elə deyilmi? Yəni bunlar zaten bıraq coğrafiyanı, əslən o etnisitəni belə qəbul eləmirlər. Bir teyfi budur. Şahçılar da elə aşağı yuxarı həmandır. Yəni o siyasi qolları həmandır. Mücahidlər biraz özlərini dəyişdirməyə çalışırlar. Amma mücahidlərin də dəyişdirməsi Cumhur İslamının islahatına bənzəyir. Yaxşı. Məsələn, Xatəmi gəlir, rəy alır. Misal üçün deyirəm də, eylə rəylə filan islahat aparacağım, nə edəcəm? Sonra adam gəlir deyim, mən tədarikatçıyam burada. İndi mücahidlər də bir şey istəyirlər, şəraitlə ayaqlaşalar. Məxsusən bir dənə əngizələri var ki, şahçılar olmasın, bunlar olsun. Onun üçün ürəkdən, inancından filanla deyil bu. Bəzi şeylər ortaya atırlar ki, allatmaq üçün və ya gerçəkdən bir iş görmək üçün, amma üçün saaxtar çox məslub bir saaxtardır. Yasan uzaq bir, bu bəhslərə uzaqdır. Bıraq məsələn federalizmə filan, bunlar zaten demokrasını hələ içsərləşdirməyiblər. Onun üçün o da elə havada qalır, yəni kimsə ciddiyə almır.
Amma taktik olaraq bəzən bir sözlər deyirlər, onları şahçılarla qarşı-qarşıya qoymaq üçün. Ya, o bir taktik da, yəni ola bilir bəzən istifadə eləmək olur. Ondan qalan solçulardır. Solçular zəifdirlər. Solçu cəryanlardılar. Bunlar da federalizmdə yəni iki bölümə bölünürlər. Bəzisi daha çox ədəmi təmərküz deyirlər ki, zaten federalizm deyil bu. Federal deyənləri də dediyim kimi bu şurayı qüzərdə olanlar, bəzi tək şəxslər falanlar federalizmlə hələ özlərini doğru düzgün hesablaşmayıblar ki, nə istəyirlər, yəni nə federalizm. Amma açıq şəkildə federal düşüncəsini düşünən bizim içimizdən olan federalçılıq, yəni federalist partiyalar da Azərbaycan kontekstində federal partiyalar da var da. Biz Azərbaycan kontekstində, hərəkət-i millidə biz federalçı deyirik ki, biz istiqlalçı da deyirik, federal. Amma ikisiyik də. Biz haqq tənsər. Amma o iki açıq şəkildə deyir, fəqət mən federal optionunu qəbul edirəm. Onlar da bir sıra məsələlərdə yəni məsələlər çiğ qalıb, belə deyim. Həddindən artıq mühafizəkarana bərxurd edirlər federalizmlə. Yəni gerçək federalizmi dilə gətirəmirlər. Həm Azərbaycanın hüdudları ilə ilgili, həm fars dilinin sonraki federal hökumətində mövqeyyətinin nə olacağı, İranın adı ilə ilgili. Yəni o qədər yəni bu məsələdə çox da necə deyim belə ehtiyatlı davranırlar ki, o çox belə o məsələdə həddindən artıq təfrit edirlər. Yəni onun üçün bir eybəcər bir federalizm gəlib çıxır ortaya. Daha doğrusu bizim milli mənfəətlərimizi təmin edəcək bir model deyil. Yəni mən bunu intiqad olaraq düşüncəmi deyirəm, yəni təxrib eləmək üçün demirəm. Təşəkkür edirəm. Məşrutə islahatından ya həman reformundan bu günə dək farslar tüm yazılı və sözlü müqavilələri, hətta anayasanı ayaqları altına alıblar. Əcəba farslara güvənmək ola bilərmi? Belə deyək də, mən belə baxıram, məşrutiyyətdən bəri bu günə qədər farsçı bir sistem bu işləri görüb. Ki, bu arada mən də bu cür baxıram ki, farslar etiraz eləməyiblər. Ona görə deyirəm farsçı. Yəni, bunu dostlar bəzən deyirlər mənə. Etiraz eləməyiblər, doğrudur. Ümumiyyətdə himayət ediblər, hətta himayət ediblər. Yəni, bu təbizi, əgər etirazları da olubsa, yəni bu fars millətini, etnikinə mənsub olan insanlar, tamam, onlardan da eydam olanlar var, zindana düşənlər var, falanlar var. Amma nə üçün? Məsələn, daha demokrasist deyirəm, ümumi şeylər üçün. Amma bu iki bir türkün haqqı yeyilibdir, nə bilim, bir sünninin haqqı yeyilib, bu zülmülər olub, yox, eləməyib, qəbul ediblər də imtiyaz olduğu üçün öz nəflərini görürlər. Doğrudur. Onun üçün mən yəni istəyirəm ərz edeyim ki, mən onun üçün fars deyirəm. Çünki etiraz eləmirsən və himayət verirsən, ələnən gəlirsən, durursan yanında, himayət edirsən. Mən burada ona görə deyirəm farslar, yoxsa... Bəli, himayət eləyənləri də olubdur. Yəni, məsələn, səltənətçilər, solçuların bəzi şaxələri açıq bəyanıya veriblər Xurdat qiyamında ki, bu pantükləri siz sərkub edin, biz də sizin yanınızdayıq. Bəli. Hətta o zaman Nişat adında bir uznamə vardı, islahatçılar çıxardılar. İzzətullah Sahabi orada bir məqalə yazıb. Deyirlər, yapışıbsınız bizdən bu pantükləri siz sərkub edin. Yapışıbsınız 4 dənə milli məzhəbidən, sonra da yeri gələndə deyirlər, biz deyik da, yəni alternativ falan. Sərkuba gələndə deyir ki, bizi, yəni biz azıq, niyə pantükləri bir cür açıq qoyub sizlərlə bunları sərkub eləyin. Yəni, farsların, bəli, Azərbaycanlılarla ilgili karnamələri tamamilə qaradır. Doğru. İndi mənim sorum əslində budur. Əcəba bu millət desaq, mən tudə kəlməsini işlədirəm farslılara, bu tudələrə inanmaq olar, bunlara güvənmək olar ki, bunlarla dubarə bir yıl gedək və səbəb o qərardatların şəfaiyyətli, qanun əsası ayaq altına qoymayalar, güclənsələr.
Məncə onlar tudə deyirlər. Çünki tudə müştərək mənafi tərifləyə bilməz. Tudə atomizə olar da. Tudə müştərək mənafi düşünə bilməz. Orada Tudəni camiə-şinasidə belə tərif edirlər də. Deyirlər, məsələn, futbolda yığışırlar bir yerə. Heç kəsi tanımır, amma bir amac üçün yığırlar, sonra da dağılırlar. bir millətdə də heç kəs tanımır. Yəni ümumiyyətlə Yox, millətdə məsələn Türk, hamı Türkdür. yox, qohum əqrəba bir-birini tanır. O O futbolda da hamı bilir ki, traktorçudur da, hamı bilir ki, falan 4 dənə, 11 dənə futbolçu var. ona deyirlər ki, heç kəs tanımır, yığışırlar orada bir yerə və dağılırlar. Tez dağılır. Bəli, məncə bunlar milli mənfəətlərini bilirlər. Yəni gerçəkdən bilirlər. Qaldı güvənib-güvənməyə. Əslən siyasətdə güvənin sanksiyonsuz, yəni qarantısız güvənin mənisi yoxdur. Siyasətdə sən heç kimə güvənməyəcəksən. Hələ sənin qarşında olana, sənin millətinə zülm eləyənə heç güvənməyəcəksən. Amma bu anlamda deyil ki, sən kimsə ilə anlaşa bilməzsən. Məsələn, bu dövlətlər bir-birləri ilə anlaşmalar imzalayırlar, hətta ticari anlaşmalarda. Yəni görürsən ki, aramızda dostluq var, qardaşlıq, falanlıq, bəhmanlıq, gəl bir enerji anlaşması imzalayırlar. Onu çox hüquqi texniklərlə, ixtilaf çıxsa harda baxılacaq buna, kim nə qədər qəramət verəcək, bütün o şəraitləri nəzərdə tutandan sonra, bir-birlərinə qarşı qarantiləri alan, əməli qarantiləri alandan sonra belə bir şey imzalanır. İndi yəni eynən uluslararası bir anlaşma kimi düşüngünə, atifi bir anlaşma düşünməyə ehtiyac yoxdur. Sanki biz məsələn farslarla, kürdlərlə, ərəblərlə hətta, sanki məsələn biz əmoğlu, qardaş falan olacaq deyə. Ya siyasətdə bunun anlamı yoxdur. Düzdür, bu kəlmələr istifadə olunar. Bu kəlmələr nəzakət, diplomatik nəzakətlərdir. Hüquqi anlamı yoxdur. Yəni hüquqi siyasi anlamda çox belə ehsaslı və çox obyektiv məsələyə baxmalısan. Onun üçün büyünləri bir fars yaman deyirlər, neyini, bunlar əhəmiyyətsə boyunuzu söyləsinlər. Yox. Ya bu qarantı olmaz. Mənim mənzum budur ki, yəni, baxın, məsələn, hələ 100 ili demirəm, ha? Bu son zamanlarda, məsələn, Xameneyinin fətvası budur ki, bomb düzəltmək haramdır, məsələn. Amma biz bilirik ki, strateji budur. Əgər İranın bomba atomu olsa, heç kəs ona dahi xarici həmlə olmaz və bu stratejinin üstə gedir. Deyir ki, yaptım olduğu qəlsiyyəsinə gedir, biz düzəltdikdən sonra onlar hər nə qədər deyirlər, desinlər, etiraz eləsinlər, bizə həmlədir. Baxın, biz bu siyasəti bunlarda bilirik. Tarixən belədir. Tarixən də belədir. Yəni, deyir, mən gücsüzəm, boynuma yayacağam, deyir, ha, o bizimkindən çox güclü, Türkiyədə yaxşıdır. Bizimkindən çox ədəbsizdir məsələ. Deyir ki, zorun çatmayan əli öpəcəksən. Bizimkində ayrı cübdür. İndi burada da bunlar farslar deyirlər, zorumuz çatmır. İndi deyirlər, əski gələcək. Görsədəcək ki, belədir, qəbul edirik. Amma zorumuz çatandan sonra çağıracaq, Tehranı öldürək. Gedəcək, basacaq. Məsələn, biz bunları görmüşdük da ki, çağırdılar, Məşrutədə Tehranda öldürdülər. Sonra da gəldilər Təbrizdə, Türkiyəni dağıtdılar, 45 bin adam. Hər halda. Yəni bu yazılı əsasında, hüquqi yazılmışdı. Hər şeyə yazı yazılmışdı, amma İnsafər bəy, millətlər arası münasibətlərdə minlər, 10 minlər anlaşma yazılıb, 10 minlər anlaşma pozulubdur. Yoxsa 200 dənə məmləkət, dövlət yox idi, ölkə yox idi. Zaten uluslararası, yəni millətlər arası münasibəti güc dəngəsi əsasında saxlayır. Anlaşmalar yox. Anlaşmalar ona rəsmiyyət verir. Güc balansıdır ki, yəni farslar və ya hər hansı millət 1000 dənə bizim ləhimizə şeir söyləsinlər. Ya tarix boyu bunların şairləri və bizim padişahların mucizqisi olmayıb bəyə. Yəni, ihtiyac bunlar yaşamışıq biz. Onun üçün nə mucizquyluqlarına bir millətin, bir millətin nümayəndələri belə deyək, nə də ki, yaman deməkləri falanları çox önəm daşımır güc balansı baxımından. Sən
əgər güc balansı sən saxlaya bilibsən, mənfəətləri qoruya bilər, anlaşmanı imzalamalısan. İmzalamaq xeyrindədir. Yəni, farslarla belə deyək, sabahları əslən federal olmadı, müstəqil oldu. Yenə konuşuyuq, yenə də anlaşma söhbət olacaq, yenə uluslararası rabitəmiz olacaq, Erməni ilə Azərbaycan olduğu kimi. Məncə, biraz bu məsələdə bizim, yəni, milli hərəkətdə biraz bu məsələyə yenə bir həm məsbət, həm mənfi anlamda bir atifi baxış var. Bundan geçməliyik. Biraz objektiv, soyuqqanlı baxmalıyıq və ağlı səlimlə baxmalıyıq. Federal sistemdə Azərbaycanın sərhədləri necə təyin olunur sizin baxışınızda? Ya olunmalıdır? Onun fikrim geçən seri mən tozih verdim. Azərbaycan, dediyim kimi, o uluslararası hüquqda istemarızı dair daxili nəzəriyyəsi əsasında və olan təcrübələr, federal sistemlərinin təcrübəsi, istər Avropada, Amerikada və Latin Amerika, Afrika, bunlar hamısı federal doludur. Bir təcrübə var, yəni hüquqbənlər də bundan istifadə edib, rəviyyə var, filan var. O millətlərin Indigenous People konvensiyonları dedik də, o yerli xalqların hüquqlarını, əsas hüquqlarını, yerlərini, kültürlərini, maddi mənəvi dəyərlərini nəzərdə tutaraq onların alanları tərif olunmalıdır. Hüquq olaraq budur. Qalanda dedim də zor və yəni güc və balans, güc balansı təyin edir. Amma biz indi feilən hüquqi bəhsini və siyasi bəhsini, coğrafi bəhsini deməliyik. Hər halükarda bizim düşüncəmizdə Azərbaycan hardasa bir 12-13 ustana bölünüb Qacarlardan sonra. Ola bilər bəzi yerlərdə bir ixtilafı nəzər, ola dəqiq demək olmaz ora bu kənd, o şəhərin bir qisməti falan nədir. Amma aşağı yuxarı bunlardan ibarətdir. Amma bunu da biz oturub zaman getdikcə üçün milli məsələdir. Elə burada federalçı, istiqlalçı və haqq təyin sərnişdi olaraq bir milli bir komisyonla, milli bir imkanla, belə deyək, bunları dəqiqləşdirməmiz lazımdır. Bu məsələ, coğrafiya məsələsi. Eynən necə bizim böyüklərimiz bu türkcə yazma, ortoqrafı şeyləri qoydu, rəhmətli Cavad Heyyət, Fərzanələr. Eynən ona bənzər bir seminarlara ehtiyacımız var ki, bir seri bu Güney Azərbaycan torpaq məsələsini dəqiq, elmi, hüquqi, tarixi faktlərə dayanaraq ortaya qoymamızda fayda var. Yəni, vacib çok məsələlərdən. teşekkür ederim. Bu çok güzel bir şey oldu. Eğer biz bazı meselelerde istiklalçı, federalçı ya hakkı təyin sərnişdilər bir yere toplanamırıq. Laqal bu tür bir şeylerde toplanabiliriz. Müşterek işler, komiteler. Çok şeyler var bir yere yığışmaq üçün. Amma müşkül buradadır ki, bizim yəni, müxtəlif cinahlar, müxtəlif şeylər olduğu kimi dəqiq bir-birlərini tanımırlar. Fikir, diyalog zəifi var. Diyalog zəifi var. Ona görə, məsələn, bir dənə partiya bir kəlmə, məsələn, birinin ağzından və ya qələmindən bir federal sözü çıxdıyanda tez başlayırlar, oradakı bunlar İrancıdırlar. Yəni, İrancının da Güney Azərbaycan milli hərəkəti kontekstində nə anlama gəldiyi bəllidir nədir daha. Yəni, bu, belə, yəni bu biraz gəlişməyə ehtiyacımız var da. Tamam. Federal sistemde az nüfuslu toplumlar ya toplulukların alın yazıları kim veya necə yazacaqlar? Federal toplumun içindəki olan şeylər, balaca Azlıqlar var. Onlarla ilgili də çox həm beynəlmiləl təcrübələr var, ortada olan dövlətlərin təcrübəsi var, həm də ki, İttifaqın hüquqbənlər bu məsələni çox yaxşı hər cəhətdən şəffaflaşdırıbdır. O milli vahid, yəni milli dövlət çərçivəsində olan hüquqları, milli vahidin security'sini, yəni güvənliyini filan da xətərə salmadan
bir harmoni içində, dayanışma içində onların da öz xüsusiyyətlərini qoruyan nüktələri nəzərdə tuturaq onlara discrimination olmadan onların haqları verilməlidir. Hamısınınki. Anayasal olaraq, adlı qanunlar Kim verir? olaraq. O haqqı kim tərif edir, kim verir? Məclis, milli dövlətin məclisi. Hər federalın özünün Bəli, məclisi rəsmi yoxsa olaraq nəhayətdə haqqın mərcəyi, qanunu, haqqın hesab meyarını, ədalətin, haqqın, azadlığın hamısının mərcəyi nəhayətdə qanun şəklinə gəlir də. Məsələn, biri deyir ki, mən haqqım var. Yəni, bu adilanə deyil, mənə zülm oldu. Nə əsasında? Qanunda tərif olunmalıdır da o. Onu da demokratik bir məclis təriflər qanunda yazılar. Həm anayasasında. Yəni, Azərbaycan müstəqil dövləti olsa da anayasası olacaq. Federal dövləti də olsa anayasası olacaq. Anayasada orada olan azınlıqları da tərifləyib, şinasayı tanımaq özü bir haqdır. Tanıyıb, tərifləyib və o milli dövlətin çərçivəsində onların haqlarını bəlirləyir. Orada çox ibhamlı bir şey yoxdur. Gözəl. Eynən xanımların haqqı necə bəlirlənir? Yəni, ona bənzər bir şey. Necə xanımların haqqı tam doğal bir haqqdır, eyni. Amma doğal ola görürsünüz də nə qədər çətinliklər var. O məsələlərdə eynən elə o dərəcədə bir haqdır. Gözəl. Federal İranda Türklərin və Azərbaycanlıların Türk dünyası ilə ilgiləri necə tərif olacaqdır? Ya olmalıdır, tərif olmalıdır. Nə? Ya ticari rabitə, ondan sonra dediyimiz kimi xarici işlər, yəni ayrı dövlətlərlə, o benimlərdə belə bir kural var. Bir dövlət o birisi dövlətlə irtibat qurması üçün onu dövləti rəsmi tutan elə, yəni bir vahid, bir state ki, o hamısının çəkir dövlətidir. O qərar verir ki, hangi dövlətinə necə rabitə qurmalıdır. Amma eyni halda federal dövlətlərdə də əgər dövlətin öz özəlliyinə uyğun qonşu ölkələrindən, o ölkələr ki, onlarla etnik bağları var, qan bağları var, coğrafi cəhətdən daha çox rahat irtibat qura bilirlər, ticarət qura bilirlər. Onlara biraz daha çox imkan verirlər ki, onlar daha çox içli dışlı olsun. Yəni, onların vasitəsilə daha çox. Əlbəttə, yenə üçün xarici məsələ olduğu üçün bu əsas müştərək institut onu kontrol eləyir. Biz elə düşünürük ki, hətta federal bir sistem yaransa, yəni tam anlamıyla ki, biz bayaqdan tozih veririk, İranın sonra indi adı nə olar? Türk dünyasına yaxınlaşmasında, hətta ona inteqrə olmasında çox ciddi imkanlar yarana bilər. Yəni, ciddi maneələr ola bilməz. Yəni, çox ciddi maneələr mən görmürəm. Yəni, cəmiyyət nüfus etibarı ilə də nəzərdə tutsaq. Təbii ki, Türk dünyası ilə inteqrasyon üçün bu da bir gerçəkdir. Müstəqil, bağımsız bir Azərbaycan daha rahat, əli qolu açıq olar, daha rahat hərəkət edə bilər, ta bir federal Azərbaycan. Hətta nə qədər imkanları da çox olsun. Bu da bir gerçək. Doğru. Təşəkkür. İndi federal sistemdə farslardan hangi hukuki, icrai təzminlər almaq olar ki, doğruları çatan zaman federal sistemi dağıtmasınlar? Valla farslardan heç bir, hər hansı bir qarantı almanın mən tərəfdarı deyiləm. Yəni, sən Farsa mehvər tutursansa, qarantını verən o millətlər özüdür. Fars deyil. Əgər bugünkü mərkəzi hakimiyyətlə oturub, Cumhur İslami ilə oturub bir anlaşma yazarsansa, mən federal oluram, bu tərəfləri verirəm, bu haqları alıram.
orada gene Farsı olmur. Yəni İran dövləti olur. Yəni Farsın burada rəsmi, hüquq olaraq mövzuiyyəti yoxdur. Biz necə Farslarla müxatəb olaq? Yəni biz burada İslamiyet hakimiyet Farslarındır da. Yani 100 ildir hakimiyyət Farsların deyil, siyasi olaraq Farslarındır. Amma rəsmi, hüquq olaraq elə bir şey yoxdur. tabii yani biz de bunu hamı bilir ama biz Farslar da bunu bilir ama biz görürüz böyle bir vaqiyyət var da. Əgər bu günləri İran rejiminin içində bu mümkün deyil də dedik. Əgər siz bunu düşünün. Əgər burada kullən yapı dəyişəcəksə, kökündən dəyişəcəksə, o zaman kimin mərcə olacaq, kimin mərcə olmayacağı ayrı şəkil tapacaq. Bizim vizyonumuzda bu mərcəlik daha çox Azərbaycan mərcə konumuna gəlir. Yəni biz ilk hətta gərək o bilərinə qaranti verək gələcək şeydə. Mən istirdim gələk bura. Mən istirdim gələk bura ki, yəni biz gələk o qədər güclənək ki, qarantor mərkəzi dövlətdə olaq, federalçı da adam, mərkəzi dövlətdə olsaq gücümüz şu. Ya zaten mərkəzi dövlət deyə bir anlayış qalmır. O müştərək institutda da sən hamıdan daha çox olursan. Əksi təqdirdə bunun federal mənası yoxdur bunun. Gözəl. Əcəba federal sistemində millətlərin haqqı olacaq, qonşuları olanların, toprakların işğal etməsin deyə silahlı olduları və gücləri olsun. Prinsip olaraq İnsaf Əli bəy, federal dövlətlərdə iç qanun, yəni polis həddində federal dövlətlərin, yəni bir standart federal dövlətin polis gücü olar. Polis gücünün ötəsində bir federal dövlətin ordusunun olması əslində federal sistemi xətərə salmaqdır. Məsələn, İraqın quzeyində Kürdlərin peşmərgə adında güclərinin olması bu federal yazılmış qanunlardan, yəni anlaşıqlara anlaşırsansa olur. Amma federal standartlarına uymur. Gerçək budur. Amma hətta bunlar əlində barıdır gedir, məsələn, türkmenlərin torpaqlarını tutur da. Yəni bunu tutur. bu bir şey Bizim də təcrübəmiz var. Məsələn, 1945-də Milli Hökumət qurulanda, yəni Milli Hökumətin həm polisi vardı, həm qoşunu vardı. Niyə? Çünki bir zərurətdən, əgər o zərurət yerindədirsə və sonra bu sistem dağılandan sonra mərkəzi bir ordu qalıbsa və bu ordunun kontrolü həmçinin bir dənə mərkəzi bir gücün əlindədirsə, əlbəttə orada hər iyalətin özünün gücü, yəni hətta ordusu olması lazımdır ki, öz haqlarını qorusun. Yox. Mərkəzi hökumət yoxdur və əslində federal dövlətlər yenidən ordunu qururlarsa, o zaman nə ehtiyac qalır ki? Kim gəlib onu bastıracaq? Əgər o müddətdə, yəni indi fərz edin ki, İranda rejim gedibdir, istiqlal imkan yoxdur. Ucuzludur danışıqda. Məncə istiqlala çox imkan olar. Amma yaxşı istiqlala deyəndə siz rejimdən nə təsəvvür edirsiniz? Yalnız o saxtar siyasi gedib, orada qalıb yerində deyirsiniz? Ordu da gedir Rejim deyəndə ordu və sipah, Neyr-intizami, qüvvə qəzayı yapır. Onlar da gedirlər öz-özündə, amma onların təşkilanmaq sistemi çox güclüdür. Yəni, onlar bir dana çağırışına toplana bilərlər. Sistematik şeyləri var. Bu toplanmaq sistemi məratibi var. Yəni, biz şərait olanda o olur. İndi məsələn deyək, yəni, o cür bir şəraitdə ki, ordu da yoxdur, falan da yoxdur mərkəzdə, məsələn, Kürdlərin silahlı gücləri var. Məsələn deyək, eləyə bilər ki, Azərbaycana məsələn. Onda Azərbaycan İşğal eləyəndən sonra federalı deyər, mən buradan işğal eləmişəm, buradan eləyək. Bilirsiniz? Yəni, ittifaq müzakirə edirik. Yoxsa biz buna bir çarə töhməliyik ki, məsələn, əvvəldə
o mərhələyə gəlməmişdən bunlar həll olsun, yoxsa Artıq da o difai məşru məsələsidir. Hər millət nə qədər, nə imkanla özünü qoruyacaq, hər millətin özünə bağlıdır. Yəni orada o millət öz torpağını qoruması üçün kimsə ilə anlaşma, kimsədən izin alma falan ehtiyacı yoxdur. Yəni doğal haqqıdır, öz torpağını qorusun. Torpaq da dediyim kəssə falan deyil ki, içində insanlar var, yaşayır, can var, hər şey var. Yəni öz güvənliyini, millətinin güvənliyini saxlamaq üçün, qorumaq üçün hər imkana əl ata bilər, hər imkana. Bu artıq o difai məşru məsələsi. Heç bir qanun, heç bir güc ona yəni önünü kəsənməz. Sən niyə belə bir şey? Acaba federal sistemdə federallaşma davtələbanə və milli gönüllülük üstündədir, yoxsa zorladır? Siyasi yapılarda davtələbanə, gönül, keyfi deyə bir şey yox. Hər şey zərurətlər əsasında ortaya çıxır. Bu günləri yığışaq çox gözəldir. Bu günləri yığışaq federal olaq. Sabah da yığışaq belə bir şey yoxdur. İctimai, siyasi, güvənli zərurətləri bir milləti zaten bir yönə itələyir. Bu davtələbanənin falanın anlamı yoxdur. Zərurətlər ha tərəfə icab edərsə, əlbəttə burada elitlərin də bir rolu var. Elitlər də çalışır ki, o zərurətləri öz istəyi doğrultusuna aparsın. Məncə biraz təsəvvürlərimiz sabahları alternativ sistem necə olar deyə insanlar həmişə gördüyü və təcrübə elədiyi əsasında çox zehnin dərgirilər. Bundan öncə ən sonda Qacar dövləti bir məşruiyyət inqilabı olub, təzədən axtar yerində biraz Azərbaycanda məsələlər tikrar olub, ən son inqilab, 57-ci inqilabda. Şah getdi yerinə. Əsən bu sır ki, millətlər vəxti qoftumanı deyirik. Yəni, o keçmiş təcrübələrin hamısını sil təzəşdən yaz. Diqqət edirsiniz. O modellərin demək ki, heç birisinə bənzəməyəcək. Doğru. Və bu çabalardakı, nə bilim, rejim geçsin, yerinə şahın oğlu, bunlar boş-boş çabalardır. Və bir daha da hər kəsi sabit oldu. Mümkün deyil, yəni bu millətlərin bu qədər bu qoftumanın güclənməsi ilə mümkün deyil, yəni o bir alternativ ola ki, mərkəziyyətçi və hamını toplaya bir yerə, o qədər güc qazana bilər və gələn hamını sərkub eləyə. Yəni, hətta kuduta belə eləyə bilmirlər bunlar. Kuduta imkanları yoxdur. Doğru. Acaba federal sistemdə millətlərin və məmləkətlərin ayrılmaq və müstəqil olmaq, buna işarə eləmişdiniz əlbəttə. Haqları da olacaqmı? Anlaşmadan, siyasi anlaşmaya bağlıdır. Hüquq bu moriddə təklifini bəlli edib, haqq tənzimləmiş var. Amma əgər bir anayasada haqq tənzimləmiş garantisi yoxdursa və o millətə discrimination olmur sonra, diqqət edirsiniz, ciddi bir discrimination yoxdurlar əleyhinə. Nə zülm olur, nə dilləri kəsilib. Məsələn, katalanlar. Misal verim da. Katalanlara İspaniya mərkəzi dövlət tərəfindən hangi zülmlər olur? Bəzən deyirlər, onlar müstəqil olur da qoymadılar. Zaten Katalanın belə, yəni İspaniyanın bu haqqı var da qoymaya. Niyə qoymaya? Çünki onlar haqq tənzimləmişdə istiqlal istəyir. Düzdür. Orada da bir anayasa var. Anayasada yazıb ki, burada kimsəyə zülm olunmayacaq, kimsənin dili kəsilməyəcək. Zaten onlar öz bölgələrini idarə edirlər. İnsan haqları yəni sistematik şəkildə nəqz olmur. Amma bu deyir ki, mən müstəqil olacağım. Müstəqil olmaq üçün o zaman anayasada gedib mərkəzi dövlətlə anlaşmalısın. Biz də deyirik ki, bu anlaşmanı indidən eləməliyik hər kəsinə.
Anlaşma siyasi güclər arasında və sonra anayasaya çevrilməlidir. İndidən. Hər türlü anlaşma nə keyfiyyətdə olursa olsun, nəhayətdə onu hüquq-elmlər rəsmiyyətə tanır. Amma anlaşma yoxdursa, məcburən orada hüquq qurallarına, ümumi hüquq qurallarına və öz gücünə dayanmaq zorunda qalacaqsan. Tamam. İndi bu sual cənabınız nədir? Federalçıların gözündən soruşuram əslində. Siz o baxıdan mənə İranı federal etməkdən amaclar nələrdir? Niyə istəyirlər İranı federal saxlayırlar? Valla mənim tanıdığım federalçılar bura kimi heç birisi mən indi tərif elədiyim federalçı deyil. Yəni o anlayışda olan o federalizm Güney Azərbaycan millətinin dərdinə dəyməz. Mən federalizmə qarşı deyiləm. Amma indiyə kimi ortaya sunulan federalizm bizim dərdimizə dəymir. Əgər federalı da difa eləyirsə biri, doğru düzgün millətimizin ehtiyaclarını qarşılayan bir federalizm modeli ortaya qoysunlar. Siyasət və stratejisini qoysunlar ortaya. Onların hədəfləri tabii mərkəziyyətçilər tərəfindən federal bir həddə ortaya atılan budur ki, millətlər məsələsini kontrol edərlər, keçid dövrü keçə, sonra qaydalar o haqları bir-bir əllərindən alalım. Bunların hədəfi budur. Millətlər tərəfindən ortaya atılan federalizm, onlar da bəzi istiqlalçıdır, federalizm atır ortaya. Məsələn, Kürt təşkilatları kəsinliklə heç birisi federalçı deyil. Onlar əməldə, gerçəkdə hamısı istiqlalçıdır, amma istiqlal siyasətini açıq şəkildə izləmənin həzinəsi yuxarı olduğu üçün federal siyasət edirlər. Yəni, onlara fürsət əllərinə keçsə, bir an öncə tərəddüd etməzlər, yəni öz ölkələrini qurmaqda. Amma bizdə o cür deyil. Bizdə bu çıxış modelləri həddindən artıq ideolojizə olduğu üçün əslində bunların açıqlanmasına, yəni millət tərəfindən ciddi, doğru düzgün qavranılmasına öz əlimizlə ideolojizə eləyərək və ya bir türlü də o romantik milliyyətçiliyi o qədər ağır bastırmışıq ki, bu cür doğru düzgün fikirlərin ortaya qoymasına əngəl yaradıb. Və bizdə də federalizmin olduğu kimi əbadı, hansı federalizm bizim dərdimizə dəyər? Amma bir dənə federal, yəni bizdə ümumi, biz deyəndə milli hərəkətdir da, ümumi federal kələməsi vaqiyyəti də özümüzü anlatmıyor. Federal deyəndə deyiblər, bu İrançıdır. Bu İranın dərdinə dəyən bir modeldir. İrançılıq və İranla özləşibdir bu. Birləşdirdikləri üçün milli fəalların inisiyatifini, milli fəalların strateji ürətmə istedadına çox ciddi zərbə vurdular. Qarşı tərəfdə özünü gücləndirmək üçün Güney Azərbaycan hərəkəti kontekstində hər türlü cəryan, partiya, fikir ki, onun dediyi federalizmə uymayıb, onu eynən mərkəziyyətçi kimi, nə bilim, ifrati, haşiyeyi, qeyri-ciddi, qeyri-siyasi, qeyri-profesional bu adlarla çırpmağa və özünə puan qazanmağa. Yəni, bu doğru bir fəza deyil. Nəticə etibarilə qoftuman nə qədər güclü də olsa, amma bu cür bu təxəssüsü karborda alanlarda çox ciddi həm bütün İran, yəni bu hamının içində, o bir millətlərin içində də vəziyyət budur. Həm də Azərbaycan milli hərəkətinin içində həm federalizmlə ilgili, həm haqq təyin sərnişin, həm də istiqlalla ilgili çox ciddi ibham var. Və bu ibhamı da ilk öncə biz özümüz aradan aparmalıyıq. Biz özümüz ibham içində olsaq, müqabil tərəfə şəffaf bir
siyasətin, stratejini təhmil eləməmiz də mümkün olmayacaq. Zaten biz özümüz ibham içindəyik. İndi buna kim mane olur? Axtarıb tapmaq lazım. Tamam. İnsafar bəy, mümkün olsa qalan bəhsimiz qalsın sabaha ya sonraya. Tamam. Mən Tamam. gerçəkdən artıq Tamam. Benim 10 sualım kalır bu bölümde. sualı mən yorulmamışam amma ayrı bir işlə Tamam, məşğul tamam. olmaq zorundayım. Ben bunu söyledim. Kalsın sabaha. Sağ olun. Teşekkür ederim. Çok sağ olun. Siz bu günləri də yine Milli Ərdəmli unvanını kazandınız. Var olun, sağ olun. Sağ olun. Çok teşekkür ederim. Huzur tapdınız. Sabahları eyni zamanda Təbriz vaxtı ilə saat 9-da xidmətinizdə olaram. Sağ olun, sağ qalın. Əziz və hörmətli dostlar, beləliklə bu günləri də programımız burada qurtarır. Sizi Allah'a tapşırıram. Sağ qalın, sabah Təbriz vaxtı ilə 9-da görüşərik. Eyni mövzunu devam verərik. Və umarım ki, sabahları vaxtımız çox olsun. Eləyə bilər ki, daha çox soruya cavab verək. Sürətinə biraz iraq qabağa. Oradan kimi çox sorulara cavab alaq. Amma bu o mənada deyil ki, gələn 2 cəlsədə soruları qurtarmasaq cavab almayacaq. Yox, biz o soruları çoxdandır göndərmişik. Dostlarımızın partilərin əlindədir. Onlar o soruların hamısına ya yazılı, ya səsli, ya video şəklində cavab verəcəklər. Onun üçün nigarançılığımız yoxdur ki, tez qurtarır, ya gəldilər, ya gəlmədilər. Ya az gəldi, ya zaman az oldu. Onun üçün ona şeyimiz yoxdur. Əziz dostlar, bir də bunu deyim. Buradan 4 partinin növbətidir. Növbəsi olubdur. Geçir yavaş-yavaş 4-cü partini tanıştırırıq. Birinci parti Güney Azərbaycan İstiqlal Partisi gəlmişdi. Salih bəy İldırım cənabları 6 cələsə huzuri, sonra da qeyri-huzuri olaraq cavabları veribdi. Təkmil halətdə internetdə mövcuddur, YouTube'da mövcuddur, mənim weblogumda mövcuddur. Dostlar da bunu edit edirlər və qoyurlar öz webloglarına. Copyright da yoxdur, hamı eləyə bilər ki, götürsün, öz səhifəsinə qoysun, ya öz webloguna, ya öz YouTube'una qoysun. İkinci parti ki, gələcək idi, gəlmədi mütəəssifانə. Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı idi. Onun lideri Əjdər bəy Təğizadə cənabları, Sayın Təğizadə gələ bilmədilər, ya gələmədilər və hər halda o 6 günün heç birisini gəlmədilər, 60 mənfi aldılar. Umarım gəlsinlər və bu mənfi nömrə aradan geçsin. Ondan sonra 3-cü parti ki, gəldi, Azərbaycan Demokrat Partisi idi. Federalistlər, Yunus bəy Şamili bu parti tərəfindən huzur tapdı 6 cələsə və 6 cələsənin 5 cələsində Milli Ərdəmli və 1 cələsəsində Ən Ərdəmli unvanı məndən aldı. Eyni Salih bəy Tayic ki, Salih bəy də eyni vəziyyətdə, yəni 6 Milli Ərdəmli, 1 Ən Ərdəmli. Ən 4-cü parti ki, danışırıq əlan, Azərbaycan Mərkəz Partisi adlı lideri Salih bəy Kamranidir. Bunlar da buradan 4 gündə 3 cələsə gəlmir. Məsələn, bir gün gəlməyiblər. Hər üçündə də Milli Ərdəmli unvanın nişanı məndən alıblar. Çox təşəkkür edirəm. Tamam partilərdən ki, gəliblər və o birisi partilərdən də istəyirəm ki, hazır olsunlar və gəlsinlər. Erdal Qərədağlı cənabları Cuma günündən gələcəkdir. Güney Azərbaycan Qurtuluş Hərəkatı Təşkilatı başkanıdırlar. Onlar da Cuma günündən gələcəklər. 6 gün boyunca bizim sorularımıza cavab verəcəklər. O 500 soruya. Bundan əlavə, əziz dostlar, daha təşəkkür eləməliyəm. Bu bir fərdi hərəkət başlandı, amma timi hərəkətə çevrildi. Dostlardan mən icazəsilə bunların adlarını da çəkim, doğru, düzgün olsun. O ərəbcə deyir ki, mən ləm yəşqiril məxluq, ləm yəşqiril xaliq. Hər kəs ki, məxluqun, bəndənin şükrünü eləməsə, Allahın şükrünü eləməyibdir. Onun üçün bizim bir dostumuz var, Kürşad bəy Ağdərəli. Zəhmət çəkir bizim bu videoları edit edir. Çox gözəl bir vəziyyətdə edit edir və bu edit olan şeylər, təşəkkür edirəm, bu tərəfidir, timin görürsü, tim cürlənir. Milli hərəkət belə bir şeydir. Yəni, hərə bir tərəfindən yapışır. Bunu bir tərəfdən bunlar başlayıblar, edit edirlər, hazırlayırlar. Bir tərəfdən göndərirlər aznews.tv-yə. Yəni, Cənab Salih Kamranın televizyonlarına internet ilə də yayılır.
daha belə satellite ilə, mahvari ilə də yayılır, göndərirlər ora və orada da 2 gündə 24 saat hər bərnaməmiz 24 saata 2 dəfə yayılır. Bir dəfə gecə Təbriz vaxtında gecə saat 12-də, bir dəfə də sübh saat 8-də yayımlanır. Bu da o. Ondan əlavə ərz edim ki, Eldar Qaradağlı cənabların partilərinin bir imkanları vardı. Onlar da deyiblər ki, bizim bu partinin imkanlarından partinin adı olmayaraq, hətta logosu planı da olmayaraq və bizim əslən rəbtimiz olmayaraq siz istifadə edə bilərsiniz. Bu da bir imkandır. Dostlardan hər kəs eləyə bilsə ki, bu yazıları download elə, yazı şəklində, bu danışıqları yazı şəklində çıxasın, göndərsin. Bu da bir böyük imkandır. Bizə çox böyük köməklik olar, vaxtımız yoxdur. Bunları kitab şəklində çıxartmaq çalışırıq. Dostlar, hər kəs başarsa, ya software tanıyır ki, eləyə bilək çox rahatca bu videoları səsin qoyaq, oradan bir yazı şəklində alaq. Bu bizə çox böyük köməklik edir ki, bunları kitab şəklində çıxadaq. Hər kəs də başarsa, əl qoysa bu işə, adı orada yazılacaq. Təbii ki, Kürşad bəyin adı yazılacaq, Güney Azərbaycan, üzr istəyirəm, Az News TV-nin adı yazılacaqdır. Kitabın səhnində, yəni üstündə. Bunlar referans olaraq Azərbaycan siyasi təşkilatları haqqında kitab olacaqlar. Və amma bir xəbərdə bu oldu ki, Günaz TV-də biz bir proqram aparırdıq Diyoruz adında. Geçən 7-8 il getdi. 7 il zat inanıram ki getdi. 6-7 il hududda getdi. Sonra dayandı. Hər nədən dolayıysa sərah belə oldu. Mən Əhməd bəy cənablarına çox dərin təşəkkür edirəm. O uzun illərdə mənə bu fürsəti qazandırdı ki, eləyə biləm düşüncələrimi və başardıqlarımı Güney Azərbaycan və hətta İrandakı millətlərin qulağına yetirəm. Bu böyük bir imkan idi Günaz TV. Hər nədən dolayı davam tapmadı. Yenə də təşəkkür edirəm. Amma Əl-Ərəbiyyə televizyonu bu imkanı yaratmağa çalışır ki, aynı proqramı oradan aparaq. Umarım ki, eləyə bilək. Sabahları çalışıram ki, sabah birinci proqramı aparaq. Biraz hazırlıq azdır, ona görə biraz şəkillə danışıram. Yoxsa təqribən mən özüm hazıram, qonaqlarımı da hazırlamışam. Amma umarım ki, geçsin. Eyni proqram oradan gedəcək, Əl-Ərəbiyyədə. İndi saatınızdan da sizə onu dəqiq deyərəm, dostlar. Hər kəs istərsə oradan da onu görə bilər. Orada da ciddi proqramlar gedəcəkdir. Əgər sizlərin də zehninizdə bir mövzu var ki, fikirlisi bunun millətlər arası, Bəluslar, Ərəblər, Kürdlər, Türklər, Azərbaycanlılar, Qəşqaylar, Lorlar, Şiləşlər, Mazənilər, Türkəmənlər, bunları bəhs eləmək lazımdır. Yazsaz göndərsəz mənim gözüm üstə, oradan da o imkandan da faydalanıb bu bəhsləri orada apara bilirik. Elə buradakı bugünləri söhbətləri geçdik, Salih bəy də işarə elədilər, Salih bəy Kamuran cənabları da işarə elədilər. Məsələn, qoftuman yaranıbdır da, bu qoftumanı daha dərənləşdirmək üzərə çalışmağa çalışıram. Umarıq ki, nəticə versin və millətimizə xeyirli olsun. Beləliklə, proqramın sonuna yetişdik. Sizin hamınızı Azərbaycanın və Türklərin böyük Allahına tapşırıram. Gecəz xeyirə qalsın. Sabahları saat 9-da Təbriz vaxtı ilə yenə də mən qonağımla birlikdə xidmətçiyə geçəcəyik, sorulara cavab verəcəyik. Gecəz xeyirə qalsın, sağ qalın.